Ulu Tanrı'nın adı ve yadıyla beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 432. bölümün Allah'ın adı ve yadıyla başlayırıq. Xeyirli və bərəkətli olsun həm mənə, həm millətimizə. Gedək görək bu günləri hangi kitab şansımıza çıxır ki, onunla tanış olaq və türk uyğarlıqlardan bir-iki uyğarlıqla tanış olaq. Keçənki cələsələrdə yadımıza gəlsə, Aşıq Qərib ilə Aşıq Sənəmin ayrı-ayrı kitablarına baxdıq və əlyazmalarından oxumağa çalışdıq. Bu günləri isə iki kitab açıram, görək ki, nə gələcəkdir, onların içindən nə çıxacaqdır. Birinin üstündə yazılır Divan-ı Zəhiriddin Muhammed Babir. Ehtimalən Hind padişahlarından Hindistanda Türk padişahlardan birinin divanı olacaqdır. Amma o cür ki, mən görürəm, bu ehtimalən əlyazma olmayacaq, çap olacaqdır. Bəli, çapdır. Cildindən belə təşxis verdik, çapdır və çapdır. Amma görək ki, əvvəl nədir? Biraz tanıyaq bunu, görək nə cürdür. Bu Divan-ı Zəhiriddin Muhammed Babir bir müqəddəməsi var, bir müqabiləsi var və təsrihi var. Və Şəfiqə-i Yariqin. İki dənə, yəni bir dənə divandır, bir dənə də Şəfiqə-i Yariqin. Kabul 1362 Hicridə. Kabulda hala fikirəm şəmsi getmirlər, qəməri gedirlər hala. 1362, odan olacaqdır 80 il öncə. Beləsi gəlir nəzərimə. Yox, üzr istəyirəm. 150 ildən biraz çox. Ya 146 il bu hududda. به مناسبت 500مین سال təvəllüd Babir. Bunun üstündə yazıblar, yəni 500 il onun doğumundan keçəndə, indi yəni 650 ilə yaxındır ki, bu adamın doğumundan keçir. Onu gördük. Görək burada nə yazıbdır. Nəşr کرده Akademi Ulum Cumhuriye. Burada Cumhuriye da əlif yazıbdır. Bu nə mənədir bilmirəm. Mərkəzi Zamanha və Ədəbiyyat Department Milliyyətهای برادر طرح پشتی از محمد شفیع عظیمی خطاط استاد عزیزالدین وکیلی جای چاپ مطبعی دولتی تیراژ 1000 cild سال 1362. Bu kitabın haqqında və şairdən ehtimalən bir əks, bir miniatür çəkiblər ki, yaxınlığında da bir-iki ağac vardı, zahirən güllə, səhli ağaçlar var. Zəhiriddin Muhammed Babir də altında yazıblar ki, yəni özüdür və kitabın fehristinə geçirik. Kitab taza çap olduğu üçün da bunu şey eləmirik. Bəlkə də 1362 dediği il elə şəmsi olar. Bəlkə, bilmirəm. Onun üçün kitab çox taza görsənir. Yəni kağız taza, hər şey taza görsənir. Onun üçün mənə bəlkə elə keçən 50 ildə, bu 45 ildə desək, çap olubdur. Kitabın burada yazıblar ki, 477 səhifəsi vardı. Elə burada da görürük ki, o cür olacaqdır. Çünki bu kitabın hər səhifəsində bir səhifə qoyublar. Əvvəldə biraz farsi yazıblar. Bu sərağaz, müqəddəmə bunlardan geçsək, görək ki, bizə kitabdan. Ondan sonra bu Kabul Həməl 1362, sonra da Pəjvəhişi در زندگی و ایجاد ایجادیات Babir. İcadiyyat yəni ixtiraat. İcadiyyat Babir, Babirin icadiyyatında görək ki, nələr vardı. Simay çənd bodi Babir, Babirin neçə üzlülüyü.
Münafıq kimi yox. Yəni şairdir, müxtəridir, mühəndisdir, bu cür şey. İndi bu əvvəl görüşü Zahir kimdir? Zahirəddin Məhəmməd Babir، یکی از رجال برجسته سیاسی تاریخی و ادبی اواخر قرن نهم و نیمه اول سده دهم هجری خراسان، ماوراءالنهر و هندوستان است. Yəni bu adam qətvən türk olacaqdır, çünki Xurasan və Maveraءالنهر Hindistan deyəndə hamısı türklərin şeyidir. Və bu adam görək, Babir به روز ششم محرم الحرام سال 888 888 هجریdə anadan doğulubdu bu adam. در خانواده ای از سلاله تیمور da türkdür. چشم به جهان گشود. پدرش عمر شیخ میرزا فرزند ابو سعید میرزا از فرزندزادگان تیمور گورگان و جورجان و حاکم ولایت فرغانه اندیجان و سمرقند. Anası, dədəsi də bunun şeymiş, hakim imiş Fergane, Endican, vilayet Semerkand ve مادرش قطلق نیجار خانم دختر خان معروف جغتایی یونس خان مغول بود که مربوط به امیرزادگان Kaşgar mi başa. Dostlardan biri soruşmuşdu məndən ki, Cığatay nə deməkdir? Keçənki cələsədə çalışdıq şu Cığatayın görək o dilə niyə Cığatay deyiblər. Gördük ki, Çəngizxan rəhmətlinin oğlu, oğlanlarının biri adı Cığataydı və bu Çəngizxan öləndən sonra Çəngizxanın hakimiyyəti altında olan torpaqlar oğlanların arasında bölünübdü. Bu oğlanlardan birisi adı Cığataydı. Bu Moğolistan və Üzbəkistan bu bölülərə, yəni o şey ki bu günləri deyirik Orta Asiyaya, Türkistan indi deyirik, o Türkistana bu hakim olubdu. Yəni bir tərəfdən az qalıb gəlsin Xəzərə çıxsın, bir tərəfdən də gedib de Çin divarlarına, Çinin yəni içinəcək. İçinə deyək ki, yəni bu Çinin, əlbəttə Çinin özü o birisi qardaşının əlində olubdu. Qardaşların birinin əlində olubdu və bu adam çox ciddi orada bir Cığatay deyə bir dövlət qurulub. Əslində yəni bunun adına dövlət qurulubdu və çox ədəbi işlər görülüb onun dövründən başlayaraq. Ona görə sonra bu türk dili ki inkişaf eləyibdi o bölgədə, onun siyasi dövrəsinə hörmətən elə adı Cığatay qalıbdı. Və Çəngizin yəni oğluna hörmətən bu dilə Cığatay deyiblər buna görə. Ömer Şeyx میرزا مرد قلم و شمشیر و مرد عرصه بزم و رزم بوده. میراث ادبی و فرهنگی و خصلت‌های مردی و جنگاوری پدرانش را در نهاد خود به درستی پرورش داده بود. به قول بابر سواد روانی داشت. خمستین و کتب مثنوی و تاریخ ها خوانده بود. خمستین یعنی چی دانه خمسه؟ İndi مثلا nizaminen acaba hancısını, yəni neçə nəfər nizami xəmsə yazıblar ki, biri nizaminin xəmsəsinə xəmsə yazıblar ki, keçən cələsələrdə oxuduq. O cümlədən əgər xatırıma düşsə, indi biri Əmir Əliyə Şirinəvayı ki, türkcə yazıbdı. Və ondan sonra elə o birisi də türkdə, amma farsca yazıbdı. Əgər adı yadıma düşsə, feylən buradan o üç dananın əsərləri ilə, adları ilə tanış olmuşuq, xəmsə yazanlardan. Onlardandır. Deyir ki, onların hər ikisinin xəmsəsini oxuyubdu. Yəni bu calibdir burası. Kutub Məsnevi və tarix ha xandı بود. Burada Məsnevi kitabları və tarix də deyir oxumuşmuş. Əksər şahnamه می‌خواند. اگرچه طبع نظمی داشت اما به شعر پروا نمی‌کرد. Hər halda
Beləsi bir şey ilə başlayır bu adamın haqqında yazırlar. Bəzm Teymuri, təlif Seyyid Səbaheddin Əbdülrəhman, MY ME nə mənə deməkdir? Təb'i Maarif 1 ya da Maarif Əzəm falan 1367. Tamam. Cəlibdir, bir dənə kitaba burada işarə eləyibdir. Buna diqqət eləməlidir. Biz müsəlmanlar çox əcibiq. Okey, bu hicri qəməridir. Çünki tarix hicri qəməridir dostlar. Çünki burada 1948 yazıb ha. Əslən hicri qəmərini də yazıbdır. Heqaf yazıbdır hicri qəməri. İndi məsələ budur. Bu kitab özü 1362-də çap olubdur. Nə cür ola bilər 1367-dəki bir kitaba istinad eləyə? Belə bir yanlışlıqlar görünür burada elə əvvəldə. Babirin şeylərinə baxırdıq. Görək ki, bir zərrə bunu kiçik eləyim, səhvə yerləşsin kitab. Səhvəni görək. Bəzmi Teymuri o heç dərdə dəyməz. Bunlar da ki, o da ayrı səhvədir. Babir فرمانروا بابر را اگر با یک رخ سیمای او را اوج پادشاهی و حکم فرمایی اوست بنگریم آن در درخشش و تابناکی را که ابعاد دیگر شخصیت او دارد تیره و مکدر می سازد چراچه فاتحان و امیران توران به هر اندازه که Turanı dəstəli teynə yazıb. Burada birinci dəfədə görürəm Turanı dəstəli teynə yazıblar. Ki müsbət az illəti də budur ki fars dilində o kəlmələr ki ayrı dildən gəlibdi, onları fərqli yazmaq üçün əslən tərrahi olmuşdu. Və hətta Məhəmməd Rza Şahdan sonra belə ortalara can, Məhəmməd Rza Şahın ortalarına can bir çox kəlmələr ki ayrı dildən, indi məsələn ərəbcədən, türkcədən, fransədən, almandan, rusdan, ingilisdən hangisindən keçmişdi bu dilə, onları fərqli yazmaq üçün çalışırdılar ki, bəlli olsun bunun kökü ayrı yerdəndir. Hər halda beləsi, burada da o Turan sözünü gördük. Görək ki, kitabın özünə bizə bir şey göstərəcək bu kitab. Cəlibdir. Şeirindən bir dənə orada burada yazıbdır, amma görə hələ feylən bura müqəddəmədir. Bununla belə kitabın da arxasına bir şey salıblar. ACKU deyə bir şey də arxasına salıblar ki, kitabın oxunmasını daha zor eləsin. Yəni, belə bir məsələ. Asar və icadiyyat Babir. Görək burada, mən bunu baxım görüm ki, bu nə mənələr burada icad eləyibdir. Onlar mənə çox mühümdür. درباره این آثار بابر آثار زیادی به وجود آورد که تعدادی از آن تا امروز بر جای مانده و طرف توجه و استفاده فرهنگیان می باشد ولی تعدادی از آثار او در طول سده‌ها و فراز و نشیب‌های آن از دسترس محققان به دور مانده و تا حال کدام اطلاعی درباره این آثار حاصل نشده و فقط به استناد بعضی از کتب و تواریخ می‌دانیم که بابر در زمینه‌های موسیقی و فنون حرب نیز تألیفاتی داشته است ولی آنچه از او به جا مانده عبارت است از بابرنامه. Özü əslən Babirnamədir ki biz də indi burada divanını oxuruq əlbəttə. Risale-i Uruz, Divan Əş'ar, Tərcüme-i Mənzum Risale-i Validiyyə. Görək o birisi səhifədən gələk. مصنوی مبین یا مبین در فقه حنفی که هر یک را به صورت فشرده معرفی میکنیم. Biz mən fikir edirəm ki, əgər yadımızda olsa, bu məsnəvi mubini gördük. Fiqhdə idi. Onu gördük. Amma yadımda deyil ki, onu yazan Babir idi ya yox. Yəni o məsələsi biraz mənə burada müşkül olacaqdı. Kitabdan şeirlər, bir şeylər burada qoyublar. Hər kitabdan Risale-i Uruzdan da bir şeylər burada yazıblar. Şeirlərin bu kitab dedik çapdır. Məmulən biz çap kitab oxumuruq.
Amma bunu dedik, baxaq görək bu şəxsiyyət kimdir? Fəqət şəxsiyyətini tanımaq üçün Şinaxtı Şeiri Babir deyə bir şey açıbdır, başlayıbdır. İndi burada o bölümdə bir şeirin bunu yazıblar. Onu oxuyaq görək ki, şeirin əvvəl türkcəsini yazıbdır, Cığatay türkcə ilə. Sonra gedibdir bunu tərcümə edibdir farsçaya ki, biz taparıq. Bəhar əyyamıdır, bəhar əyyamıdır. Dağı yigitlik nəng əvanıdır. Gətür saqi şərab-ı nab kim işrət zamanıdır. Gəhi səhra uzarı lalə şəklidin ürür gülgün. Gəhi səhni çəmən gül çehrəsidin ərğəvanidir. Yenə səhni çəmən buldi münəqqəş rəngi güllaridin. Məgər kimsün inin nəqqaşiğə rəngi imtihanidir. Yüzün ey sərv canım gülşəni, canım gülşəninin tazə gülzari. Qəddin ey gül həyatın bağının sərvi rəvanidir. Ni yerdə bulsa, nə yerdə bulsan ey gül, andadır çün canı babirinin. Qəribin tərəhhüm ilagil kim anda canidir. Bu şeir o Həzrətdən Allah Teala rəhmət eləsin bir şeir idi. Amma gedək görək ki, əcəba yetirəcəkdir bu divanın özünün içinə ha zaman girəcək. Divandan bir əşarla bəlkə də divana giribdir. Mən elə bu cüsü gedirəm qabağa, görürəm ki Fərhad و مجنون خود را همچو من رسوا نکردند. Hardadır bu? Bu şeiri görək. Cahanda küp geda gerçi lön nida gerçi levend etvarlık barıdır. Mən dedim bu şeirin qalanı var, amma şalanın qalanı yoxdur. Ney qılsam ilamə ey yar ey bikim minda cünun eşq vigitlik bari qatılmışlar. Şeiri oradan buradan bir dana misrə yazıb ya bir beyt yazıbdı. Burada bu səhifədə bir şey yazıbdı. Görək nədir? Eşq elinin ahidin ol sərvi qəd xum bulmasın. Eşq elinin ahidin ol sərvi qəd xum bulmasın. Gəm yıldın ol müənbər zülfüdür həm bulmasın. Küp cəfa və cör gördük ey qoyaş hicrin günü. Başımız din sayı sərvi qəding kəm bulmasın. Dəhrüdən din tikma son azar nazük cisminga. Dəhr əhlidin mübarək güngülüqa. Valla bunun çapı da çox pisdir. Arxasında da bir şey salıblar, çox oxunmur. Gedək görək ki, bu fars olmayan yerlərində əgər şeiri olsa oxuyaq. Nusxə-i xətti və çapi divan Babir deyə bir şey qoyubdur. Burada bir bəhs açıbdır. Nusxə-i xətti Danışgah İstanbul. Bəs İstanbul danışgahında bunun əl yazılarından var bunda. Vərəq sizdə bita çihil o düb qəzəliyat. Yox, bu bir dənə şeydir, fehristidir. O şeydəki
İstanbul Dağıstan danışgahındakı olan kitabın fehristidir ki, mən onu istedim şeir oxuyam, o da deyil. Xətti Kitabxane Muzeyi Topqapı Sarayı İstanbul, orada da varmış. Xətti Müəllim Codət İstanbul, orada da varmış. Paris'te de varmış bundan, Milli Kitabxanasında. Rampur Hind, nüsxə xətti Kitabxane Rampur Hind, orada da varmış. Məcmui Əş'ar Babir çapı Bengal, Əş'ar Babir Şah Münteşiri İstanbul, Məcmui Əş'ar Babir Şah çapı Peterburg, Asar Zəhiriddin Məhəmməd Babir, burada da asarlarına göre danışacaqdı, yazacaqdı. Divan-ı Hind Babir. این دیوان را صباحت عظیم جانوا از روی میکروفیلم نسخه ملی موزه هند به صورت عکسی چاپ کرده است. متن اثر نزد ورق بوده و مقدمه و تحقیقات مربوط به آنچه توسط عزیز گیوموف و صاحب عظیم جانووا نوشته شده 80 صفحه را در بر میگیره. Tamam. معنی شناسی غزلیات بابر bu da bir ayrı kitap olmuş, yazılıbdı. Divan Əşar Zəhiriddin Məhəmməd Babir çapı hazır, bu özününkün deyir. Tamam, bunlardan geçək inşallah, yavaş yavaş gedirik. تصحیح برخی اشتباهات های چاپ های پیشین دیوان بابر. Ehtimalen biz burada gəldik da, yetişdik bu şeyin altına. Muavin muhakkik Şəfiqə Yarqın. Bu adam hər kəsdir, burada köməklik elirmiş. Tərtib qəzəlha با بردر çapهای müxtəlif divan. Qəzəllərin şumarələrini yazıbdır, amma deyir məsələn Kabul çapında 1'dir, məsələn Leningrad çapında 9-cidir və İstanbul çapında 8-cidir. Yerlərinin dəyişikliklərini gözəl bir iş görübdür. Sevdim bunu. Burada çox uzun bir şeydir, orada qurtarır və sonra gəldik nəhayətdə divanın mətninə. Umarım əli yazısı olsun. Bir dənə burada şey görürük. فرمودم که این خوی را بر چه سیاق ساختند. این برجه و فرمودم که این جوی را بر چه برجه و سیاق ساختند. بسیار جوی خوبی شد. Ehtimalen beləsi buradan bir bulaq düzəltmişmişlər, arx düzəltmişmişlər, onu göstərir. Cəlibdir, bu kitabın adından bir əks salsaq, qalar bəlkə bir dərdimizə dəyər bir zaman. Kitabın əvvəlində, burada bir şey yazılmışmış, bunu cəlibdir ki, bir dənə də təzəşdən əks salaq, bunu görək. O yazı da görsənsin, yaxşı olar. Okey, olmadı. Tamam. İkinci səfərdə Xacə Səyaran çeşmesindən arıq çıxarış o üçün Babir öz həmkarları bilən işləmaqidə. İndi bunu da biraz çətin oxuyacaq, çünki bu əl yazma deyil, çapdır. Amma çapda kəlməni bölübdür. Məsələn, diqqət buyurun, Xacə Səyaran, tamam, burada düzdür. Çeşməsindən yazır da, tamam, çeşməsindən. Çeşmə bir ayrı kəlmədir, sidən bir ayrı çeşmədir. Ərq çıxarış. Ərq çıxarış. Ərq çıxarış özü 3 dənə ayrı kəlmədir. Çoxdur araları, bir dənə deyil, 2 dənədir. Yəni biz məmulən bir dənə space vururuq da, bir dənə ara vururuq, kəlmələr aralanır. Bu 2 dənədir. Üçün özü üçün yazılıbdır. Üçün.
Babir öz həmkarları bilən bərabər birlikdə. İndi burada bu həmkarları ayrı-ayrıdır, bilən də ayrı-ayrıdır. İşləməkdə, işlə bir ayrı kəlmədir, maqdə bir ayrı. Onun üçün bunu oxumaq biraz zor olacaqdır. Ta gözümüz və beynimiz bundan adətləsin. Birinci şeiri görək oxuya biləcəyik. Əl yazma deyil mütəəssifanə, çapdır. Amma bu şairi bizdən olduğu üçün tanıması bizə lazımdır. Həm şairdir, həm siyasətmədardır, həm müxtəridir ehtimalən və ayrı bir şeylər. Amma gedib gərək baxaq, yəni oxuyaq. Oxumasaq öz adamlarımızı tanımayacağıq. Tanımayanda deyəcək ki, türklər bir şey yaratmayıblar. Ya bir şey, bunların ağılları yox imiş. Fəqət Fars, nə mənə vəziran bahuş Farsi, nə mənə belə bir şey deyirlər. Elə bir ki, məsələn, bizim huşumuz yox imiş. Fəqət 2 dənə tarixdə vəzir bahuş var imiş. Türk dövlətləri ki, 1000 il hökumət, ən azından 1000 il biz bilirik hökumət eləyiblər. Onu o 2 dənə Fars məsələn idarə ediblər. Bu qədər axmaqanə bir düşüncə. İndi dedim, o kəlmələri ayrı-ayrı yazmaq, mən Cığatay dilində indi bir yerdə yazılanda çətinliyi var idi. İndi ayrı-ayrı olanda dahi mən bunu yapışdırmaq müşkülüdə düşəcəyəm. Nigeray to be ney qədi xoş xəraming barida. Nigeray tuba ney qəd xoş xəraming barida. Ney qılay sünbülünü xətmüşk famin xətti müşk famin barida. Yəni gərək bunu neçə dəfə oxuyam ki, eləyə biləm kəlmələri təşxis verəm ki, hangi kəlmə hangisi ilə yazılır. Ney qılay sünbülünü xətti müşki famin barida. Kim xəzər suyun ağız lanğay ləbinünk neyning qaşıda. Çox, bu mənə daha ağır oldu. Yəni, bu ayrı-ayrı yazmaq kəlmələri çox. Umaram ki, bundan bir əl yazma taparam. Mən bunu yazdım burada. Bunu axtarım, hətmən tapam bunu. Divan-ı Zəhiriddin Məhəmməd Babir. Bunu hətmən axtarıram, taparam, əl yazısını taparam. Bunun şeirlərini oxumaq mənə vacib oldu, yəni. Və çünki həm siyasətmədardır, İkinci kitaba baxırıq, onu bağladım. O ikinci kitabın adı Səndibadnamə, türküdür, əl yazmadır. 304 səhifədə bu yazılıbdır. Baxaq görək ki, nə cür qalır. Cildi görürük. Təqribən üst-üstə təmiz qalıbdır. Qırmızı görünən bir cildidir. Kitabın cildin için görürük. Dövrəsi o cildi gətiriblər. Məmulən gərək bunun üstünə bir ayrı kağız yapışa ki, o görünməyə çox onun yapışan yerləri. Görürük ki, ora qopubdur ya da ki, yapışdırmayıblar. Sonra bu kitab bir danışqahda saxlanır. Ehtimalən danışqah şey olubdur. Baxım görüm ki, bu nədir? Ya da danışqah deyil, haradır? Museum. The Walters Art Museum, 600 Xiyabanı Charles Street, Baltimore, Maryland. Amerikada saxlanır. Bu Walters Art Museum Walterlərin hünəri müzələrində saxlanır. Aşağıda da onun adresini qoyubdur. Qaleridə gedib tapmaq olar, yəni baxmaq olar. Bir dənə not yazıb, bu notu görək ki, ingiliscə nədir bu? The pages in this book are ordered from right to left. Sağdan sola yazılıbdır. This means that to view the pages in order, you should go to the last page of the document and read what would be from back to front.
Deyir ki, tərsəsi gərək oxuna da, istəyir bunlar ingilislər adət ediblər kitabı soldan sağa oxuyarlar. Biz sağdan sola oxuyuruq. Onlara tozih verir ki, siz bu kitabı oxuyasınız, gərək beləsi oxuyasınız. This document is a digital facsimile. Okay, bu da ki, o şeyinə görədir. Gəldik kitabın içindən cildin axirini göstərir. Bu da cəlibdir. Biraz yekəldik. Cildin axir səhifəni göstərir ki, 3 tərəflidir. Yəni 3 qabığı da var bunun. Gəlir bağlanır kitabın ağzına. Aynı rənglə. Yenə bu tərəfdən də elə o gözəldir. Bir zərrə can ora-bura xətt düşübdür ki, cırılmaq istirmiş. Bu tərəfdə kağız yaxçıdır. Ora ki, yapışdırmışmışlar cildə. O qopmayıb qalıbdır və gözəl görsənir. Burada kitabın şeyini görürük. Birinci səhifəsini görürük. Bir ayrı kağızı yapışdırıblar buna ki, o qopmasın. Şirazə cildindən qopmasın. Bu da yenə aynı vəziyyətdə davam edir. Bu 3-cü səhifədir. Sonra bu kitabın niyə beləsi olubdur? Mə'duru ə'tafi əxlaq cəhaniyanidən məstur buyuru ilə bir mə'ni və üzri numa avtət Süleymanu nəmlətən bericlin ceradin fəqalət Əl-hədabən ələ miqdar məhdiyən. Burada qurtarıbdır. Nədir o kitab? Kitabı gedəcək, biz tərs oxuyacaq zahirən. Xatimətil kitab, bəli, biz tərs oxuyacaq. Bunu yazmışmış ki, kitabı tərsə düzüblər. Yəni, soldan sağa yazıblar bu türkçə kitabı. İndi biz məcburuq ki, mən deyirdim ki, bu ingilislər üçün yazıblar. İndi yox, bunu biz elə müsəlmanlar üçün yazıblar ki, biz sizi çevirərik, gedin biz dediyimiz kimi kitab oxuyun. Ehtimalən bunu da Hindistanda yazıblar. Ehtimalı çoxdur ki, beləsi olsun. Kitabın, burada indi biz cildi gördük, əslində. İndi burada digital facsimile of Walter's Turkish version of the Sindibadname title Tühfetül Əhyar. Tühfetül Əhyardır bu kitabın əsl adı, amma Səndinamə yazılıbdır. Calibdir, bu mənə calib gəldi. Bu bir, bu ikinci kitabı görək ki, niyə belə yazıblar? Mənə calib gəldi. Deyir ki, Turkish version of Səndinamə Səndinamə, Səndibad da deyil, Səndinamədir. O, Səndibad, Səndibadnamədir, ingiliscə yazıbdır. Musavidir nə ilə? Bunu Tühfetül Əhyar. Tühfetül Əhyar. Calibdir bu. Birinci dəfədir ki, görürəm belə bir şeyə rast gəlirik. İngiliscəsi bu bizə köməklik elədi. Bunu tapdıq. Qeydaq, this document is digital ötürdük. Kitabın adı haqqında burada tozyihat veribdir. Shelf Mark. Walter's Art Museum, onu oxuduq. Turkish version of Səndibadnamə. Text title Tühfetül Əhyar Vernacular. Vernacular bilmirəm nədir. Tühfetül Əhyarı yazıbdır. Əhyarmış. Mən Əhyar oxudum. Orada ingiliscində Əhyar yazıbdır, amma aşağıda ərəbcə yazında yazıbdır Əhyar. Tühfetül Əhyar. Authority name. Yazanın adı. Katib el-Samarqandi. Katib el-Samarqandi. Yazar. Yazar Katib el-Samarqandi Muhammed ibn Ali as written name. Ali, Muhammad ibn Ali. As a written name, Muhammad ibn Ali Katib. Ali ibn
Əli Katib Əl-Səmərqəndi. Pəs beləsi olur. Əli Katib Əl-Səmərqəndi. Əl-Zahiri. Əl-Zahiri. Burada tapdıq. Name in Ərəbcə indi yazıb. Məhəmməd ibn Əli Katib Əl-Səmərqəndi Əz-Zəhiri. Zahiri deyil. Bunu yazaq burada. Düzün ərəbcəsini düz yazıbdır. Əl-Zəhiri. İndi təzəşini yazıb as written name yazan cenidə Abdülkerim İbni Məhəmməd. Bu da ceni yazır. Abdülkerim. İhtimalən bu da şey olacaqdır. İhtimalən nəssəx olacaq ihtimalən. Mən yazım nəssəx, amma geri axtaraq özümüz görək. Abdülkerim İbni Məhəmməd. Abdülkerim İbni Məhəmməd. This is an Ottoman illustrated and illuminated copy of the Tuhfatul Akhyar, which is a Ottoman Turkish version of the well-known story of Sindbad-Nama, written by Abdülkerim ibn Muhammad during the reign of Sultan Süleyman 926 ilə ehtimalən o zamanda yazılıbdır. Ta 976 dövründə Süleyman Qanuni ki biz deyirik odur. Onlar magnificent deyirlər. The text is written in black Nakhsh script with incidentals in gold and red, and chapter heads are in gold. Tamam, bu da kitabın üzünə görə şeylər verir. Century Turkey book. Birinci dəfədir görürəm lağəl yazı türkçüdür bu. Historical dastandır. The primary language in this manuscript in Turkish Ottoman. Əsli dildə deyir şey Osmanlı türkçəsidir. Cəlibdir ki, bizi Osmanlıya, Cığatay deyə bir-birimizdən ayırıblar. Yəni bunlara hüviyyət, elə bir hüviyyət veriblər ki, dil hüviyyəti əsasında belə hətta bizi ayırıblar. Yəni əvvəl deyiblər ki, türklüğümüzü danıblar da, istəyiblər ki, türk deyirlər. Bu Azəri danışır, Azərbaycanidir, bu Osmanlı danışır, bu Cığatay danışır, bu Çin, Uyğur danışır, bu Qazax danışır, bu Tatar danışır, bu cür şey, Üzbək danışır. Bizi beləsi bir-birimizdən türk, fəqət türk deyirlər, türk danışmırlar. Hər şey də ola bilərlər, illa ki, türk olmayarlar. Kitabın ikinci sicillisinin davamı var bu ingiliscə yazdığı. Bunları da istəyirəm ki, oxumayam. Gedək. Həmdina Məhmud və Sinana Məhdud. Tamam, bunlardan geçsək. Görək kitabın özünə geçsə. İndi, gəldi kitabın bir cildinə. Biləxərə, indi cildindən gəlirik. Haza kitabı Tuhfətül Əxbar. Kitabın əsl adı Sindbadnamə deyil. Əsl adı bunun Haza kitabı Tuhfətül Əxbar. Bu əsl adı budur. Bunu Sindbadnamə neyi yazıblar bilmirəm. İndi kitabın bir sürət ilə gedirəm, baxam bu 304 səfiyyə sürət ilə görək ki, nələr vardı. Biraz da yekəldim, görsənsin. Çünki yox, görsənməsin, bizə də kiçilsin ki, dövrəsinin o çürümaqların, zadların görək. Əl dəyibdir, çox kəsafətli olubdur. Birinci səfədə bir təzhib görürük ki, bu gördüyümüz təzhiblərlə fərqlidir. Bu harda yazılıb, o bizə çox önəmli olacaqdır. Bu özü bir türk mədəniyyətidir. Buradan 5 dənanı tanımışdıq. Ehtimalən bu da elə Səmərqəndə olacaq. Səmərqəndə çox bənzədirəm. Səmərqənd Buxara onlara çox bənzədirəm. Bəlkə o dövrünkü olar. Amma baxarıq. Bu dövrəsinə, üç tərəfinə
kitabın çarçivə düzüblər, baş tərəfinə açıq qoyublar. Çünki bu təzhib ki, bir insanlığı, İslamlığı, bula iki dananı türklüylə İslamlığı sembol eləyir. Bu üstdən açıqdır, göyə tərəf, topluma tərəf hərəkət eləsin. Ondan sonra o birisi səfələrdə bağlayıbdı. Səfənin dövrəsini kamilən bağlayıbdı. Beyti yazanda onları salıbdı çarçivəyə, adları dəyişəndə dəyişibdi. Əsli yazı qərədir. Hər virgülün yerinə, ya nöqtənin yerinə, nöqtə və virgülün yerinə, bu ikisinin yerinə nöqtədən sarı ya təlayi qızıl rəngində, altın rəngində bir nöqtədən istifadə edibdi və bəzi ərəbcə sözləri, bu kitab çox önəmlidir bizim üçün. Bunun üstünə ona görə çox tozih verəcəyəm bəlkə. Ərəbcə ayə olsun, hədis olsun, biz gördüklərimiz hələ oxumasaq təşbih verməyəcəyik, ya şeir olsun. Bunları bu qızıl rənginə yazıbdı və bunların hər kəlmənin, hər hərfinin səsini onun üstünə qoyubdu. Yəni e'rab qoyubdu onların üstünə. Türkcəni qərə ilə yazıbdı və onun da tamam hərflərinin səsini qoyubdu üstünə. Bu da gözəldir. Başlıqları yenə şeylə yazıbdı, bunu görəcəyik. Davam edirik. Hər nə ilə ki olacaqdır. Səbəbi təlifi kitab, bunu həttəmən oxumalıyıq. Kitab o şəkildə davam edir. Mən də o şəkildə elə biraz da sürətlə gedəcəyəm. Görək ki, bu kitabda bizim üçün nələr vardı. Bir dənə burada bir dənə burada şey var. Nə deyək bunun adına? Miniatür var. Bu miniatürdən bir dənə əks salaq. Rubah farsidir. Yəni tülkünam heyvandır. Bu içəridə bir farsi rubah yazılmışmış. Onun eşiyində bir ayrı oxuyan ya bir ayrı adam götürüb xətt ilə, gözəl də bir xətti var imiş. Gözüb ki, rubah farsidir. Yəni tülkü nam heyvandır. Beləsi bir şeylə onu istəyibdi bizə ya oxuyana tanıtdırsın ki, bu başqa bir şeydir. Yəni türkü deyil bu rubah sözü. Gördüyünüz kimi bəzi yerdə bir barmaq, hətta məsələn xınalı barmaq elə bir dəyibdi. Çox kitabın üstü çox kəsif olubdu, kirlənibdi, su gəlibdi ortasına, qıraqlarına. Məsələn indi yenə burada bir yetişirik bir miniatura, gözəl bir miniatur. Amma müşkül budur ki, miniatürün biraz da rəngi şey olubdu. Köhnəlibdi, tökülübdü, nəzərə gəldi ki, tökülübdü. Bu birinci miniatürdür. Bu ikinci miniatürdür bu kitabdan. Bu da ikincisidir. Yenə də bunu da yekəldik. Bundan da bir əks salaq. Burada da Tuti ilə danışır. O da cəlibdir. Bəlkə bunu kitabı tərsə qoyublar, tərsə səhifə qoyublar. Bizə tərsə mənim də əlim adət eləməyibdi. Hey, tərsə bəzən vururam bunu ki, görək nələr var. Burada da bir gözəl miniatura rast gəlirik. Çox da gözəl bir miniatürdür. Ehtimalən ceyran şikarına, avına. Şikarın sözü də avına getmişmişlər. Gözəl bir avdır. Av səhnəsidir. Fikir edirəm ki,
Əgər eləyə bilək, yəni zehnimdən keçir, əlbəttə köməklik istəyir bunlar. 800 kitab, 850 kitab buracan heç olmasa müəllifi olubdu. Adam istəyir ki, bunları millətə tanıtdıra, bunlara bir dəqiqəlik hərəsinin haqqında o kitabdan bir şey düzəldə. Bir film düzəldə. Bir video, art video, hünəri bir video düzəldə. 1 dəqiqəlik, 2 dəqiqəlik yaya, amma iş aparır, zaman aparır və pul aparır. Yəni burası var. Amma gözəl olar. Yəni insanlar, mən görürəm o kitabların ki, əksin ya video düzəltmişəm, qoymuşam, onun üstünə bəhs olur. Amma onlar ki, məsələn şey olmur, onlara görürəm ki, çox da insanlar baxmırlar. Çünki bizim insanımız savadsızdır və ehsasatı duyğulu bir adamdırlar. Yəni bizim toplumumuz küllən belə saxlamışıq da, əqildən uzaqlaşmışıq. Bizə söyüş, savaş, gülmək desinlər, onlara qarışaq. Kitabın gəldik sonuna elə bir inşallah. Bəli, gəlmişik sonuna. Biraz gedim daldan, bunu oxuyarıq. Görürük ki, bunları da görmüşdük. Tamam, bunları da görmüşdük. Kitabı axirdən bir tarixinə görə bir şey yazıb ya yox, onu bir oxuyaq, sonra olmasa da axirdə qeydəndə onu oxuyarıq. Axirdə qeydəndə oxuyarıq. Bu qalsın. Gedək kitabın əvvəlindən oxumağa başlayaq. Tamam, kitabın adı nə oldu? Töhfətül Əxbar. Səndbadnamə deyil. Niyə burada yazılıb Səndbadnamə? Onu mən bilmədim. Əlbəttə burada da yazmışdı. İngilisində də Səndbadnaməni yazmışdı. İndi o təzhibə bir də baxırıq. Bu yazının başında bir təməddün əlamətidir. Mədəniyyətin əlamətidir. Necə məsələn Parisin mədəniyyəti 150 il bundan o Eiffel körpüsüdür, nədir? O Parisin əlamətidir. Oranın mədəniyyətinin, yeni mədəniyyətinin, yeni uyğarlığının əlamətidir. Amerikanınki o azadi mücəssəməsi, freedom statue, o məsələn bunun semboludur. Əlbəttə ondan sonra körpüləri var, nələri var, onlar da vardı və New York əslində. Kitablarında bir şey yoxdur ki, sembolizə eləyə bilər. Kitablarında. Amma bizim uyğarlığımız bu kitabdadır. Kitabların baş o təzhib ki var orada, o bizim memarlığımızı, mühəndisliğimizi və toplumun uyğarlığın şiklin o birisi uyğarlıqdan fərqi olaraq görsənir. Misal vurdum ki, məsələn, nə cür şey olur da, yəni misal indi bunun ortasında təzhibin Bismillahirrahmanirrahim yazılıbdır. Bu da bunu bəlli edir ki, bu təməddün İslam və türkiyyət üzərinədir. Diqqət buyurun ki, bu Bismillahirrahmanirrahimi qızılın üstündə, ya sarının, ya noxudu rəngin üstündə yazılıbdır. Bu İslamiyyəti göstərir. Bismillahirrahmanirrahimin özündə ağ yazıbdır. Yəni rəhsiz yazıbdır ki, bunun rəngi yoxdur. Heç din və heç insan eləyə bilmir Allaha rəh vursun. Əlbəttə hər kəs Allahın özü yaşır. Hər kəs özü öz Allahın yaradır. Yəni biz Allahı görmürük ki, Allahı tanımırıq ki, Allahı burada yaradırıq özümüz. Biz yaratdığımız Allahı ibadət edirik. Onun üçün də hər kəs öz Allahın öz içində yaratmalıdır. Onun üçün Allahın özünün rəngi yoxdur. Biz ona düşüncəmizin, anlayışımızın, toplumumuzun, tariximizin, dilimizin, baxışımızın rəngini veririk buna. Dilimizin baxışının rəngini veririk Allaha. Amma türklük əlaməti də nə cür deyim də, mavi, abı, abının teyfləri fərq eləmir. Abı teyfi biraz da soyuqdur rəng əslində. O rəng aramış, rahatlıq, sülh rəngidir. Bismillahirrahmanirrahim ilə başlayır. Biz də başlayaq. Çox da gözəl bir təzhibdir. Həmd naməhdud və sənai namədud bər an həzrət vacibul vücud və sahibi
ve Cenab-ı Sahibil İzz vel Cud ve Huvel Gafur. Burada keçdi o Allahın ərəbcə qızılla yazılır. Mən indi bunu durduqlarım yerdə nöqtə vardı. Duracağam da hamısında. O virgül və nöqtə yerinə qoyulubdur. Amma nöqtə qoyulubdur. Hamd namahdud و ثناء نامعدود بر آن حضرتی vacib el həzrəti in altına i qoyubdur. Ərəbcə i qoyulur o. Bər an həzrəti vacib el vücud və cənabi sahib el izz vel cud və huvel gafurul vedud. Burada ayət olduğu üçün mavi rənginə ulduz çəkib bir dana. Neçə şeylidir? 6 guşəli bir ulduz çəkibdir. Zülərşil məcid fəal lima yurid ki asar inşai ulya və əsrar ibdai kibriyasından tuğray Adəm mənşur aləmdə mövcud və aray aqli və aray aqli uqdi quşa və qarrai fəhmi nüknəma vəcliyə nutq معارف مقال و زیور فضل و کمال له انسان بدیع البیان دلائل عنوان قدرت و شواهد برهان حکمت شاهد و مشهود مطلع ایجاد و عرفان خلق الانسان علمه البیان چون ذات بشر تعلیم و تفهیم ربانیدن بهره بر و عالم معنیه مظهر لاجرم هر شأن همت مقرون به حکمی که daha bir səfiyyə. Bu kitab deyirəm biraz adamı tərsə salır. Və ma xalaqtul cinnə vəl insə illə liyəbudun dərgah xaliq çarsaz və bargah rəzzaq bəndənəvazə عز شأنه و اما احسانه قیام خضوع و رکوع خشوع و سجود سرافراز و قعود نیازده مداومت ایلیه که اکتساب زهد و انتصاب صلاح سبب تحصیل مراتب عزت دو جهان و موجب تکمیل مدارج سعادت جاودانیdir. Diqqət buyurun ki, hər yerdə ki, nəfəs alıram ya duran kimi elirəm, orada nöqtə qoyubdur. Və kitab çox gözəl yazılıbdır. Yəni, kəlmələr bir-birindən ayrılıblar. Sözlər bir-birinin dibindədir. Hər kəlmənin başının üstündə, hər hərfin başının üstündə onun səsi var. Ki, bu nə cür oxunacaqdır? Çox gözəl və xətt çox gözəldir. Lakin انسان ضعیف الحال و نحیف البال تقصیرات قوای جسمانیه و مانعات هوای نفسانیدن لوازم خدمت قاصر و مراسم عبودیت فاتر اگرچه سرفرازان طریقت هدایت و مشتاقان سرداق جلالت روز و شب صایم و قایم اما دایم عرض اعتذار و معرض اقتصار ده جوشا جویا ما عرفنا که حق معرفتک و ما عبدنا که حق عبادتک بیت آنچه هر مویش اگر گردد زبانی بر تنش همچنان قاصر بود در شکر نعمت گفتنش. Bir dana farsi beyt gətirdi ki, beləsi bir şey. و تهایایی لعالی و هدایای متوالی بر آن روضه انور و تربه اطهر سلطان عریچه پیغمبری silinib tazaşdan yazılır. Bu peyğəmbərini ehtimalən peyğəmbəri yazılmışmış. O ğı sılınıbdır, mim olubdur. Rəsmən bəllidir ki, bunun üstünə midad gəlibdir və silinibdir. Peyğəmbəri و عنوان جریده مرسلی غایه ایجاد و تکوین و باعث ابداع و bunun necə abeləsi deyəcək, çox bir səfiyyə.
آسمان زمین توتی نوا و ما ینطق عن الهوا معجز نما این هو الا وحی یوحی رسول مجتبی حضرت محمد مصطفی صلی الله علیه الصلاة ازکاها و تحیات اسناها و لا سایر الانبیاء و المرسلین سلام الله تعالی علیهم اجمعین و درز ادعیه انور و درز ادعیه انور بر 4 یار هدایت مقرون بیرده و درز ادعیه انور بر 4 یار هدایت مقرون و غرر اسنیه ازهر اصحاب اولاد مکرمون السابقون اولئک المقربون. bir yekə ayə gələndə onu çarçivənin içinə. Ələ onun özünün bir çarçivəsi var. Beyt. Həzaran afərin bər can pakəş bər əhl xandan و محرمانش. پادشاه معدلت جستر و شهنشاه رعیت پرور سیاره اثر سواقب لشکر عنوان منشور خلافت بشر فاتح بلاد المشارق و المغارب المؤید به نصر الله العزیز و جنده الغالب سلطان العرب و الروم و العجم ظل الله الذلیل علی کافة الامم از سلطان ابن سلطان Həzrəti Sultan Süleyman xan ibn Sultan Səlim xan. Kimin çağında kitab yazılıbdı? Tapdıq. Çağ. Sultan Süleyman xan ibn xan kəlməsi gör sultanın yanında hətmən gəlir. Yəni sultana xanlıq şey verir. Hüviyyət verir. Sultan Süleyman xan ibn Sultan Səlim xan. Xalladallah Teala əyyam xilafətihi. Bu xəlifəymiş özdə. Xilafətdən danışır. Mən bunun yanına bir xəlifə də yazım ki خلیفه خلد الله تعالی ایام خلافته ما تعاقب الشهور و السنون و اجرا احکام سلطنته فی اکناف رب المسکون. بیت. نتوان گفت مدح از این بیشش که خدا خواند سایه خیشش. o birisi səhifəyə gedək, görək ki, nə gətirir bizə. و شهزادگان سعادت معاصر ارکان سیادت چون 4 جواهر تکمیلات لوازم کامرانی و تحصیلات مراسم جهان بانیده هر بری فریده ماهر اطال الله تعالی بقاءهم الى قیام الدهور و الاواخر. سبب تعلیف کتاب niyə yazıbdı? Cəlibdir bu. Mənə çox cəlibdir bura hisslər, özəlliklə. Bu hilye-i nəfais məqal. Nə deməkdir hilyə? Bilmirəm. Diqqət eləməmişəm. Bu hilye-i nəfais məqal və məcəllə-i ərayis xəyal. Ərayis ərusların, əris kəlməsinin cəmidir ərəbcədə. Elə biz gəlin dediyimizdir. Xanə arastə yazıb üstündə. Məcəllə-i ərayis xiyal yazıbdır. Xanə arastə. Özü qırmızı xəttinə məni eləyibdir. Məcəllənin əslində deyir ki, yəni bu ev imiş. Bəzənmiş ev. Məcəllə. Cəllə yəcillə. Okey. Cəlal sözü də oradan gələcək bəs. Məcəllə-i ərayis. Gəlini aparırlar evə. Orada o evi bəzirlər. Gəlin gələcəkdir. Bəzirlər. مجله ارایس خیال حکایات اجاب آثار و روایت لباب ایثار. Lubab kəlməsinin özü tərcümə edibdi, xirədha yazıb altında. Bir ayrı adam bunu yazıbdı. İndi bunu mən cahilibdir, bu kitabı bizə oxumaq lazımdır əslən.
Çünki bunun içində bəzi şeyləri indi mən birdən gördüm, diqqət elədim, oxuyacağam, görəcəksiniz. Bunu da hilyə görək nə mənadır? O hilyəni bir yazaq. Gedək burada bugünkü macəramızı yazaq. Bugün iki kitabla tanış olmağa çalışdım. Birinci kitabın adı Divan-ı Zahiriddin Məhəmməd Babirdir ki 1362 Hicriye qəməridə Kabulda çap olmuş. Kitabın dili Cığatay Türkçəsidir, amma çün çap olmuş və ömrü 250 ildən azdır. Həmidəsi yoxdur, burasını qoyaq qalsın. Azdır. Onu oxumadım. Çalışacağam. Bu kitabın əl yazmasını əldə edib oxuyam. İkinci kitabın adı isə nədir? Kitab-ı Töhfətəl Əxbardır ki, bu kitabı harda bunu saxlayırdılar? Yazmamışam. Ki harda idi? Baxaq ora. Qeydaq bunu, baxaq əvvəlinə. The Western Art Museum. The Western Art Museum da saxlanmışlar. Bu nüsxələrdə ikinci kitabın adı budur ki, bu kitabda falan saxlanmış. Bu nüsxə nədir? Bu nüsxə də bu kitabın
ikinci ad yazılmış. Nədir? Səndbadnamə, səndbadnamə. Demişlər. Amma kitabın özündə Tühfətəl əxbar görünür. Bu kitab Sultan Süleyman İbni Sultan Səlim xan çağında yazılmış görünür. İndi burada nə istəyirdim deyəm, burada nə soruşacaq adam? Çox cəlib əlyazma və yazmadır. Bu yazılarda 3-4 cövhərdən istifadə etmişlər. Qara rənglə türkcəni yazmışlar və hər kəlmənin hərflərinin üzərinə o hərfin kəlmədə olan səsin də qoymuşlar. Ərəbcəni qızıl ya da sarı cövhərlə yazmışlar. Bəzi yerlərdə abı rəngdən faydalanıblar. Bu kitabda bir neçə sayılır, amma yadımda deyil indi neçə idi. Miniatür var idi. Baxaq, görək, sayaq da. Gəlsək, burada görsək ki, bir, 2, 3, 4, 5, 5. Bir də baxaq bura. 1, 2, 3, 4, 5. 5 dənə miniatür var. Bu kitabda 5 miniatür var ki, hər biri səhifənin yarısından da az yeri tutmuş. Tamam, bu görər bizi. Qeydaq kitabımızdan başlayaq. Yaxşı dedik, niyə? Bu kitabı istəyirik. Niyə yazıbdı, onu bilək. Səbəbi təlif kitab. Səbəbi təlif kitab. Bu
حلیه نفایس مقال و مجله عرایس خیال، حکایات عجاب آثار و روایات لباب ایثار، چه بر تمهید معانی حکمت و تشیید مبانی عبرت و مشتمل مصالح امور جهانبانی و متضمن نصایح رموز کامرانی، چه فضلاء سابقدن سلاطین سالفه üçün مؤلف و مضمون شریف و مفهوم لطیفی احراز حلیه زمانه و اجتناب خدعه فتانه ایل مسبب و lisan deri. Derinin üstünde kırmızı yazı Farsi. Ve lisan deri Farsi ve zaban Farsi. Bakın lisan deri ve zaban Farsi. Ayrı ayrı olacaklar zahiren. Çünkü burada olmaz ki ikisinde bir kəlmədə işləsin. Və lisan deri Farsi və zaban Farsi və ibarat və istilahat tazi ərəbi ilə mürəttəb. İndi burada iki dənə kəlməni mən geçməyim üstündən. Bu sonra oxuyarıq onu nə yazdı. Tazi sözünün kökü nedir? Hilye sözü ne demektir? Tamam. İndi burada biz 3 dənə şey yazdıq bu adamdan. Nə gözəl və dərin bir axtarış. Sənin bu təkanlı və çətin yolda, yəni qədim türk ədəbiyyatının və əlyazmaların dünyasına girməyin məni çox sevindirir. Bu yol bir şair və yazıcı üçün ən gözəl meydandır. Gəl bu iki kitab haqqında danışaq. Zəhirəddin Məhəmməd Babir və Cığatay türkçəsi. Baburşahın divanı sadəcə bir şeir məcmuəsi deyil, bəlkə türk ruhunun və o dövrün hisslərinin bir güzgüsüdür. Cığatay türkçəsi. Sənin oxuduğun çap nüsxənin oxunmaz olması ya da çətinliyi adi bir vəziyyətdir. Cığatay türkçəsi oğul və qıpçaq ləhcələrinin bir qarışığı və klasik bir dilidir. Bu Oğuz deyəcək. Oğuz və Qıpçaq. Oğul yoxdur. Oğul və Qıpçaq mənası olmaz ki. Oğuz və Qıpçaq ləhcələrinin bir qarışığı və klasik bir dilidir. Səndən istəyim, əl yazmasını tapmaq fikrin çox hikmətlidir. Əl yazmalar hurufinin düzülüşü və katibinin xətti ilə o dilin canını sənə öyrədər. Bu yolda ilk addımın Babirnaməni də yanaşı oxumaq olsun. Çünki Babürün nəsr dili nəzm dili kimi dərin və gözəldir. Töhfətül Əxbar, Səndbadnamə. Bu kitabı təsvir etməyin mənə bir sənət əsəri kimi gəldi. Sənət və xətt. Qara, mürəkkəb ilə türkcə yazılıb. Ərəbcəni qızıl ya da sarı rəng ilə yazmaq o dövrün yazıçılarının ədəbiyyata nə qədər hörmət etdiklərini göstərir. Hər hərfin səsini, hərəkat və irab yazmaq bu nüsxənin çox qiymətli bir təlim nüsxəsi olduğunu ya da məktubun ən saf şəkildə bizə çatdırıldığını göstərir. Miniatürlər. Miniatür sözün görünən ruhudur. Onların yazıdan az yer tutması mətnin gücünü və miniatürün isə sadəcə bir hiss vermək üçün olduğunu göstərir. Tarixi görün necə yazıbdır. Dünənlərdə neçə dəfə demişəm, amma bugün tarixi 21 Rəcəb 1448. Rəcəbə çox qalır. Özdə 21-i. Sənin üçün bir məsləhət. Bu kitabların əl yazmaları ilə uğraşdığın zaman təkcə oxuma, bəlkə o kitabların xoşnevisi xətti ilə də maraqlan. Bunları mən görürəm. Sənin göy gücün, abi qüdrət, bu qədimlərin gözəlliyi ilə birləşəndə sənin öz qələmin daha dərin, daha kəskin və daha ölməz olacaq. Bu kitabların içindəki hansı bölümdə sənin ruhuna daha çox toxundu? Amma hələ oxuyacaq. Tazi sözü, tazi.
Sözünün kökü və tarixi bir çox dilçi və tarixçi tərəfindən araşdırılmışdır. Bu sözün kökünü iki yöndən araşdırmaq olar. Etimoloji, söz kökü. Tazi sözünün ən geniş yayılmış və qəbul olunmuş kökü tazi, taxtən, taxidən feilindən bağlıdır. Taqidən əlbəttə, tağı. Tax və tağı. Taxtən ya taqidən. Bu feil əski türkcədə qaçmaq, həmlə etmək və sürətlə getmək mənasında işlənmişdir. Taqidən, tağ. Tazi sözünün sonundakı ya faili, ismi fail ya sifəti düzəldən bir əkdir. Deməli, tazi sözü sürətlə qaçan, həmlə edən ya qovucu mənasındadır. Tarixi və İslami işlənmişi. Bu söz tarix boyu iki əsas məna ilə tanınmışdır. Ərəb tayfaları, əski türk ədəbiyyatında və Osmanlı qaynaqlarında tazi sözü ərəblərə və ya ərəb dilinə işarə etmək üçün işlənibdir. Bunun səbəbi ərəblərin at və dəvələr ilə səhrada sürətlə hərəkət etmələri ya da türklərin onları sürətlə həmlə edən kimi tanıması idi. Bu yerdə ərəb sözü ilə təradüf kimi işlənmişdir. Tazi iti, şikari it, sürətli və arıq bədəni ilə tanınan, şikar üçün istifadə edilən it cinsindən tazi deyilir. Burada da sözün sürətlə qaçan mənası eynən qorunur. Xülasə, da orasını istəmirik, çox yaxşı. Hilyə sözü. Hilyə sözü ərəbcədən gələn və kökü hülyə, bəzək və zinət olan bir kəlmədir. Ədəbi, dini və hünəri sahələrdə çox dərin və gözəl bir məna daşıyır. Gəl bu bir neçə hissədə açıqlayaq. Lüğəvi mənası. Hülyə lüğətdə zinət, bəzək, zivər, gözəllik və bir şeyin xarici görünüşü, sifətləri mənasındadır. Bir şeyin ya da bir insanın sevilən və heyran qalınan xüsusiyyətləridir. Ədəbi və dini mənası hülyə-i şərif. İslam ədəbiyyatında hilyə dedikdə Həzrəti Muhammed sallallahu fiziki görünüşü, əxlaqını və onun şəmailini, şəxsiyyətini təsvir edən mətnlər nəzərdə tutulur. Bu növ yazıları Həzrəti Peyğəmbərin boyunu, saçının rəngini, üzünün nurunu, yerişini, danışığını və əxlaqi gözəlliklərini təfsilatı ilə bəyan edir. Pəs hülyə Həzrəti Məhəmmədə ixtisas bir kəlmə düzəlibdir. Oxuyan və ya yazan şəxs bu sözlərlə Həzrəti Peyğəmbəri qəlbində cəlalandırır və ona olan istəyini, eşqini ifadə edir. Sənət və xoşnevisidə hülyə. Sənin kitab araşdırmalarında çox qarşına çıxacaq bir sahədir. Osmanlı xoşnevisisinin xəttatlığının ən ali və müqəddəs forması hilyə tablolarıdır. Bu tablolarda Həzrəti Məhəmmədin fiziki təsvirini oxuyana xiyali şəkildə öyrədən mətn. Xüsusi bir estetik və gözəl xətt ilə yazırlar. Bu sadəcə bir mətin deyil, bəlkə bir müqəddəs təsvir kimi qəbul edilir. Türk hünərinin ən alicənab və ruh oxşayan növlərindən biridir. Xülasə, hilyə bir insanın, xüsusən Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləmin zahir və batin gözəlliyidir. Sənin əl yazma araşdırma, tamam, bu davam edilir, ayrı bir şeylərə geçək orada. Dedi ki, və içnabi xud'e-i fəttani ilə müsəbbəb və lisan dəri و زبان فارسی və ibarat و istilahat tazi ilə mürəttəb və bu tüfeyli müşkini xamenün nam məşhur və unvan mənşuri kitab Səndbadnamə ilə müləqqəb idi. Pəs kitabın adı Səndbadnamə də varmış.
Amma deyir və tüfeyl, yəni kitabın əsl adı bu deyil. Bu tüfeylidir. Və bu tüfeyli müşkin xamənün nam məşhur və unvan mənşuri, məşhur adı deyir, kitab sənd با نامه ilə müləqqəb idi. اما مرور ایام و عبور اعوام ایله عبارات غیر مستعمله و تمثیلات خلاف ممثلدن اول عالی منظرون صحفات رخساره و جلجوننه و اوراق جبهه بدر انورینه تصحیف و تحریف واقع المقین لازرن bir muqtəzi məna cəlalət numa. İndi burada neçə dana sözü məni eləyibdir. O ali mənzərün suxən را به معنی آخر گردانیدن بلسوخرام آخر گردانیدن. Bir də bu təhrif sözünü yazıbdı. Yazıb ki, به گردانیدن سخن. Gedək o birisi səhifəyə. Görək ki, o birisi səhifədə nə deyir? Mən əhyâhâ fəkənnəmə əhyən nâsə cəmi'a. Quranda bir ayət, çox önəmli bir ayət. Hər kəs bir insanı dirildə, elə bir ki, bir millət insanlığı dirilibdir. Bunun tərsə mənası da hər kəs bir insanı öldürsə, elə bir ki, insanlığı öldürübdür. Çox dərin mənadır. Bu gözəllikdə bir din var. Beyt. Təbii ki, toplumda bu fikir olaraq topluma gəlir ki, insanlar bir-birlərini öldürməsinlər. Əgər birinə nəcat verirsən, elə bir ki, insanlığı, tarix boyunca ki, insanlar yaşayıbdır və yaşayacaqdır, bunların hamısını elə bir dirildirsən. Və əgər bir insan öldürsən, elə bir ki, əvvəl insan, Adəmdən ta ən son bəşərəcən ki, dünya üzündə yaşayacaqdır, ya ayrı kürələr gedib yaşayacaq, elə bir olan hamısını öldürübsən. Bu düşüncə olaraq. Amma siyasətdə və gündə yaşamda qanunlar icra olmaq üçün mücazatlar qoyulmaq məcburundadır. İslam da bu cür gedir. Əgər hansı dində mücazat yoxdur? Hansı bir məmləkətdə mücazat yoxdur? Hər məmləkətdə mücazat var. Mücazatsız bir məmləkət yoxdur. Zamana görə bəlkə mücazatın formu fərq edir, amma mücazatdır. Zamana görə dəyişir. Yəni biz İslam da zamana görə dəyişən bir düşüncədir. Yəni Quran zaman içində özü əslən Quranın özü zaman uşağıdır. Yəni nəinki mən burasında bəhs eləmirəm ki, Quran qədim var idi ya taza gəlibdi. Onu bəhs eləmirəm. O fiqh yox, fiqh bəhsi deyil, kəlam bəhsidir. Bəzilər deyirlər Quran Allah var ikən var idi. Bəzilər deyirlər ki, yox, Quran hadisdir, Allah xəlq eləyibdir. Sonra xəlq eləyibdir. O bəhsdə danışmıram. Quranın özünün gəlişi Həzrəti Məhəmmədə və Həzrəti Məhəmmədin Quranın ayələrin insanlara dediyi bizə göstərir, Quranın içi daimən dəyişmə halındadır. Toplumda şərait dəyişəndə Quran da dəyişir. Bunu deyir ki, bu şərait davam edəcəkdir və Quranın ayələri şəraitə görə dəyişə bilər. Ayə ki dəyişməz, ayə qalar yerində. Yəni Quranın ayələri məsələn deyək ki, bərdədarı Quranda nə mənələr məsələn vardır ki, məsələn indi bərdədarı yoxdur. Müsəlman məmləkətlərdə bərdədarı yoxdur. Yəni qul saxlamırlar. Savaşda qul alıb adamları əsir alıb satmırlar. Bəzi yerlərdə xəbər gəlir, vəli mən mütməyin deyiləm ki, beləsi bir şey ola. Məsələn, orada ki, bunlar alınır, satılır, indi burada satılmır. Dünyada məsələn qədağan olubdur. Müsəlman məmləkətlərdə, amma Quranda o ayə var. Yəni biz tarixi baxanda deyirik ki, İslam belə bir mərahili keçibdir toplumda. Toplumda Quranın özündəki iç ayə toplumun dəyişməyini göstərir. Bu da bunu bizə deyir ki, Quran zamana görə əhkamı gedə bilər, dəyişə bilər. Yəni ola bilər ki, biz Quranda nasix, mənsux deyə ayələr var. Yəni zaman dəyişibdi, qabaqcan bir ayə gəlmişdi. Zaman dəyişibdi, ayə dəyişibdi. Buna deyirlər qabaqçı hökm nasix oldu, mənsux oldu. İndi yeni bir ayə gəlibdi, onu da şeydir. O da təzədən nəsx olur. Yəni üçüncüsü gəlir, dördüncüsü gəlir. Bir-birin
bu da toplumun değişmağını göstərir. Toplum değişdikcə İslam da değişir. Onun üçün biz indi bu zamanda edam yoxdur. Tamam, biz də edam eləməyək. Və bu İslamın qanununa zidd deyil. Məsələ budur. Bir var ki, deyək, bir qanun götürək İslamın qanununu sındırar və İslamı əzər. İslam değişər. Bir də var ki, deyək, Qur'an axı özü deyir ki, mən əhyaha fəkəənnəmə əhyən nasə cəmi'a. İndi bunun o birisi səhvəsində qalmışdı. Qeyddik yenə ora. Yəni hər kəs bir adamı diriltsə, ölümdən nəcat versə, elə bir şey külli insanları nəcat veribdir. Bunun bir ayrı mənası da budur. Hər kəs bir insanı öldürsə, elə bir şey tamam bəşəriyyəti öldürübdür. Və İslam o zaman ki gəlibdir, deyibdir, öldürməyin, diyə verin. Yəni adamları öldürməsin deyə, ki sənə mən pul verim, mal verim, heyvan verim, adamımı öldürmə, qoy bu diri qalsın. Və bunu göstərir ki, İslam yol axtarırmış ki, insanlar diri qalsınlar, mücazat eləməsin. Və bir uzun zaman İslamda deməyək, müsəlmanların içində zindan yoxmuş. Bu da bir məsələdir. Yəni, hətta İslam zindanla da müxalifdir, yəni demək olar. Əmələn İslamın Həzrət Məhəmmədin dövründə mənim xəbərim yoxdur, bəlkə ola. Yəni, mən bunu deyirəm, indi burada mənim xəbərim yoxdur. Ola bilər ki, Həzrət Məhəmmədin dövründə zindan yox idi. Bu anlamdadır ki, toplumda insanlara çətin tutmurdular. Məsələn, biz qabaqcan neçə dəfə bu kitabları oxuyanda demişik, burada araşdırmışıq, namaz neçə il Həzrət Məhəmməddən sonra gəlibdir. Yəni, Həzrət Məhəmməd Peyğəmbər olandan sonra neçə il sonra namaz qılmaq vacib olubdur. Ya oruç tutmaq neçə il sonra gəlibdir. Yəni, diqqət buyurun, bu anlama gəlir ki, toplum değişdikcə Həzrət Məhəmməd də şəraiti Allah tərəfindən məmur olur ki, değişdirsin. Bunu deməkdir ki, toplum değişdikcə biz də şəraitə görə değişməliyik. Bu olmaz ki, 1400 il bundan qabaq nə idi, bizdə o. Çünki onda Qur'anın hərəkəti dayanar. Qur'an əslində hərəkətdir. Qur'an hərəkəti göstərir. Baxın, üstdən gəlir, tazaşdan gedir. Yəni, toplum hərəkət elədikcə Qur'an da hərəkət edir. Siz bir yerdə Qur'ana desəz ki, dayan, mən qoymuram hərəkət eləyəsən, Qur'anın hərəkətinin qabağını alarsınız. Və bu Allahın və Qur'anın yaradıcılığı ilə müxalifdir. Məncə. Mən belə düşünürəm. Mən əhyaha fəkəənnəmə əhyən nəsə cəmi'a. Görək, burada bir şeir gətirib. Bu şeir nədir? Olursam eyni önün birlə mənzur. Ehtimala olursamdır. Olursam eyni əvnün birlə mənzur. Verəm xurşid vəş aləmdə nur. Edərsən zərrəcə fəzlündən ihsan. Oləm bir qətrə ikən bəhri ümman. Dəriq olmasa iksiri nəzərdən. Çəkə hakim qubari qədri zərdən. Verərsən gər şərəf mehrün yüzündən. Qəmər nur alə bəxtüm bildüzündən. Bu nə deməkdir? Bunu bildüzündən bilmirəm nə deməkdir. Qəmər nur alə bəxtim bildüzündən. Olursa bağı dil lütfinlə sirab, lütfingə. Lütfinlə, lütfgilə. Burada k nun oxunacaq. Olursa bağı dil lütfinlə sirab, oləm gülzar cənnət kimi şadab. Şeir qutardı, getir yenə mətnə. O demişdi ki, niyə istəyirəm kitabı yazan səbəbi. Bu risale-i purnişanənin təshifi təshihə. Təshif və təshih iki kəlməndə işlədibdir. Təshifi və təshih. Bu kəlmə görək ki, təshih ilə təshifin nə fərqi var? Təshif yazmaqdır, təshih də təshih eləməkdir. Və təhrifi tərqih və təqriti tədrif. O kəlmələrin ağırlığına bax. Təhrifi tərqih və tərfiti tədrif. Bu kəlmələri yazmalıyam. Düzün axtarsanız mənə bu kəlmələri oxumaq lazım gəldi. Onun üçün
Gedək burada yazaq. Səndibadnamə deməli idi. Töhfətül əxbar. Töhfətül əxbarda yazır. Nə yazır? Yazır ki, bu risale-yi pür nişanənin təshih və təhrifi tərqih və təfriti tədrif və ifrati təxfif olunub. Tamam. Bu kəlmələrin anlamları nə deməkdir? Təbii ki, indi biz burada baxırıq, bunu dedik yazsın, orada cavab versin. Amma biz bunları görürük ki, bir-biri ilə mütəzad sözlərdir. Təshih bir-biri ilə fərqlidir. Yəni bir-birinin ziddidir. Təhrif ilə tərqih bir-birinin ziddidir. Təfrit ilə tədrif və ifrat ilə təxfif bir-birinin ziddidir. Amma gedək görək ki, burada bizim üçün nə yazdı bu mənilərdən? Bu ibarət əsli əlyazmaların dibacəsində ön sözündə çox gözəl və ədəbi bir şəkildə işlənən səcə, qafiyəli və ahəngdar nəsr nümunəsidir. Bu cümlənin mənəvi içəriyi kitabın hazırlayan ya da köçürən katibin mətn üzərindəki dəqiqliyini və çalışmasını göstərir. Gəl bu kəlmələrin tək-təkini açıqlayaq. Təsih, düzəltmək, səhiyyə vermək, səhiyyə sağlıq, qələtləri aradan aparmaq, təhrif, dəyişdirmək, bir sözün ya da mətnin mənası ya yazılışını qəsdən ya səhvən, təhrif, əsli halından çıxarmaq, tərcih, üstün tutmaq, seçim etmək. Burada ehtimali düzgün olan bir kəlməni başqa bir kəlməyə üstün tutub mətnə salmaq mənasındadır. Məsələn, 2 dənə əlyazma, 3 dənə bir kitabdan 2-3 dənə əlyazmaya baxırıq, fərqli əlyazmaya çapa, deyirik ki, bunların məsələn ikisində bir kəlmə işləyir və onu tərcih veririk o birisinə ki, bir dənədir. Ki, öncədən yadında olsa bir dənə kitabda deyirik ki, 5 dənə kitaba baxıb yazan, deyir ki, məsələn, bunun 3-ündə bu kəlmə yazılıbdır, ikisində bu kəlmə. O cüzdür. Təfrit dəstəli teynə, əvvəl 2 nöqtə və sonra axir təfrit. Azaltmaq, gərəkli olandan daha az etmək. Ölçünü qaçırmaq. Azaltmaq da yəni bir şeyi azaldırsın. Təfrit. Tədrif. Bu söz əski ədəbiyyatda dərif, kəclik, yanlış yön kökündən gəlir. Mən bunu bilmirdim. Dərif demək də bəs əyri getməkdir. Yəni mətni yanlış yönlərə çəkmək, mənasını haşiyəyə çıxarmaq, əsli sözdən qırağa çıxartmaq. İfrat, həddidən aşıb çoxaltmaq, lazımdan artıq etmək. Təxfif, yüngüllətmək. Burada yüngül ya da ağırlığı azaltmaq. Tamam, bu qədər bizi görər. Qalanı gedib tozih verir, bizə o tozihlərin ehtiyacı yoxdur. Əlfaz fəsihə və məani
غریبه ایله ترتیب و معادن روم سعادت مفهومیدن تذهیب و زبان ظرافت مشموم ایله تطیب اولونمق شرف التفاتیدن بو نو عروس زیبا پیکر و مهروی همایون اختر تحفت الاخبار ile namıver olub və çilçi bəlağət nüşti asar. İndi istir desin ki, bu kitabın adını niyə qoyduq Töhfətül Əxbar? Əxyar özdə, əxbar deyilmiş. Mən bunu niyə əxbar yazmışam? Calibdir, qeydim, gedim orada düzəldim bu. Qeyd edəcəm, üstdəşini də girək bunu düzəldəm. Fikirəm ki, yapa əvvəldə də bunu elə iştibah yazmışam. Burada hər halda icazə vermir düzəldəm. Kitabın adın səhv yazmışam. Töhfətəl Əxyardır. Tamam. İndi burada Töhfətəl Əxyar deyir, niyə qoydum? Deyir ki, bunun içində çoxlu bir şeylər vardı ki, onları düzəltmeyin. Ona görə o kitabı biraz değiştirib. Değiştirib üçün bir ayrı kitabdır bu əslində. Səndbadnamə deyil. Onun da burada illətlərini gətirir ki, filan şeyləri düzəltdim. Yəni özü bu kitabı bir ayrı təzədən yazıbdır. Bir ayrı nüsxə yazıb Səndbadnamədən. Ona görə ki, bu Səndbadnamənin bir çox yerini silibdir, bir çox yerini değişdiribdir, bir çox yerində bəzi kəlmələri öz eləyibdir. Ona görə deyir ki, bu nə oldu? Adını değiştirdim, Töhfətül Əxbar qoydum. Çünki vaqəən bir ayrı kitab oldu. O zaman ki, bir dənə kitabda hətta bir kəlməni değiştirir, o bir ayrı kitabdır. Ona bir ayrı ad qoyulmalıdır. Məncə beləsi olmalı. Töhfətül Əxyar namıvər olub və çilki bəlağəti nüşdə asar və şive fəsahət nöqtə əsrar ilə arastə və fəvaid bədai fitnət şiar və əvaid sənayi hikmətlisar ilə pirastə qılındı. Çün bu kitabı müşkin niqab ərbab səfa və əshab vəfa iltimasləri ilə surət itmam buldu, xanəndگان ارباب همت و شنوندگان اصحاب مروتن الطاف کرم آسا و اعطاف حاتم سایه چشم رضا و دیده وفا مترقب و متوجه چه زلال دعوات جوهر انوار و آب حیات کوثر آثار ile حدیقه محتاجان دعا و روزه تشنگان سنا چون قطرات نیسان لؤلؤ افشان و رشحات باران حیات nişan iska və ihya eyləyələr. İndi burada Nisan kəlməsi ki, maşının da adı bir Nisandır. Dəqiqən də belə yazılır. Nisan yazılır incəsə, Neysan yazılmır. Nisan Türkcədə və Ərəbcədə bir aydır. Yağış çox olar. Burada bir ayrı da gətirdi. Dedi ki, iska və ihya. İska fikirən içirtmaq, su içirtmaq. İhya da diri eləmək. Baran həyat nişan iska və ihya eylər. Susuzları doyurdar, suvarar, suvarmaq. İska suvarmaq. Və ihya dirildər. Və mütərcimi mətlə-i ənva-i sərməd və mütərəssimi məcmə-i əbrar mücəddəd əl-fəqirül hamid kim yazıbdır? Yazarın adı bu görək kimdir? Yazar. Üstə yazmışdıq yazar amma deyil. Deyir ki, və mütərəssimi məcmə-i əbrar mücəddəd əl-fəqir əl-hamid əl-hamid Abdülkerim ibn Məhəmməd. Yazar kimdir? Əslisi budur.
Yazaq bunu əsli. Əsli yazar. Əl-Hamid Əl-Hamd Əl-Hamidul Hamd. Bu Allaha şey Əl-Fəqirul Hamidul Hamd. Ondan sonra Əbdülkerim İbn Muhammed. Əbdülkerim İbn Muhammed. Ümidvari be şərti mən yahdillah və təvəqqü dari be cüz'i be cəzai və hüvel mühtədi ağaz dastan. Özünün adını yazdı. Biz bildik ki, bu kitabdakı üstə yazmışlar qələtdir. Çünki burada dedi ki, bunun yazanı üstə biz oxuduq Katib Əl-Səmərqəndi Məhəmməd ibn Əliy Katib Əl-Səmərqəndi Zəhiri. O, bu ayrı kitabdır, üzr istəyirəm. Yox, elə budur. Yəni Divanı Zəhiriddini oxumadıq. Yəni ona bir şey yazmadıq, elə fəqət adını yazdıq. Bu Haza kitabı Töhfətül Əxbar yazıb ki, yazar o ingiliscə yazmışdı. O nə mənə idi Art nə mənə Walters Art Museum. The Walters Art Museum yazdığının üzərinə katib yazar Katib Əl-Səmərqəndi Muhammed ibn Ali Katib Əl-Səmərqəndi Zəhiridir. Nəssaq Əbdülkerim ibn Məhəmməddir. İndi bu əslində nəssaq deyilmiş. Yazar buymuş. Yazar bəs olacaq Əbdülkerim ibn Məhəmməd ki, təzaşdan biz burada yazdıq. Bu olacaqdı ehtimalən o Kəmərqəndi katib adı da daşıdığı üçün nəssaq bu olacaq. Tamam, məncə nəssaq indi tapdıq, düz oldu. Əbdülkerim ibn Məhəmməd. Burası düzdür bəs. Mən onu iştibah demişdim. İstirdim deyəm ki, o Walters qələt yazıbdı. Ehtimalən Walters düz yazıbdı. Ağaz dastan. Bu ağacı dastan oradakı farscadır. Deyirik bunları şey yazıbdı. Xəttat yazıbdı ki, yəni üzündən, bir ayrı kitabın üzündən yazan ya o yazar, əsli yazarın, yəni Əbdülkerimin əlinin yazdığına baxıb yazan, buna görə ki, geçmiş mövzu qutardı, gələn mövzunun arasında bir ara versin, bir ayrı xətlə farsca və ayrı xətlə ya ayrı rəng ilə yazır ki, desin ki, bunu mən yazmışam, bunu yazar yazmayıbdır. Ağaz dastan, دانایان بیناور و عاقلان سخنپرور نویسندگان تواریخ شاهان و دانندگان نتایج تاجداران عالیشان یعنی رواتی کاملانی اصح و دهاتی داهیلر و دهات فاضلان اوضح zaman mazidən ruvvatı da yazıb ki, cəmi ravi qırmızı xəttinə. Duhatı da yazıbdır ki, Nikraviyan, Nikrayan, Duhat, Nikrayan. Qırmızılarla da Farsiyə çevirir bu bəzi kəlmələri. Yenə dedik ki, bunda bir ayrı adam yazıbdır. Əlbəttə xətti ilə bu xəttə yaxındır. Amma qırmızı rənginlə kəlmələr tərcümə edilir Farsiyə. Duhat fazilان اوضح و زمان مازیدن حکایت حال ایدرلر چی ولایت هندوستانی ده دارا حشمت سکندر شوکت فریدون فر سلیمان در سلیمان در جمشید بزل کسرا عدل چیاووس نام bir padişah-ı alibəxt və şəhənşah-ı vali təxt ki, məmalik hindun əksəri onun təxti təsərrüfat və qəbzi səadət ayatində olub. Ətraf əşnafidə olan sair şahan tacdaran و خسروان نامداران آستانه səadətində çün bəndəgan rikabkeş üstə bir şey yazıbdı. İndi qıraqda, burada qıraqda da bir şeylər yazıb. Görək bu nədir? Ayrı xəttinə soralar yazılıbdı. Bu kitabın içində deyil, soralar və bir ayrı xəttinə ki, oxuyan yazılmış ya kitabın sahibi. Rəxş Yıldırım Vərsimak ya
Versemetün enni ve şöyle ver ve buz ve ılaktı. Başlayaq buram. Gələk oxuyaq görək ki, bu nə mənə idi? Namdarani آستانه سعادتinde چون بندگان رکابکش و چاکران غاشیه بر Humayun Rəxş. Bu Rəxş sözün yıldırım. Rəxş at adıdır, amma ıldırımdan gəlir. Yıldırım. Xidmətinə talib və rağib, amma şən alişani ملک خصلت و درویش سیرت فقرا و مساکینه چاره‌ساز و غرباء غمگینه دلنواز سایه عدلی سایبان خلق عالم و سفره بزمی طعمه نوعی بنی آدم بس شاه رفیع القدر آیین جهانبانی و تزیین کامرانی و فواید فضل و دیانت و عواید علم و سیانت ایل پیراسته و در جاه دولت پناهی وزراء زکاور و فضلاء معارف پربر و حکماء دانش پر و منشیان تواریخ جستر و دبیران فهمتر و بیران و بیران عمر دیده و جوانان جنگ آزموده و اساکر بی عد و خزاین بی حدی آراسته و باب همایوننده نتبین طویله جنگ جویان و حمله گران چون شتران ژیان چون شیران ژیان و ببران غران پیل دمانه قادر چی افتخار پادشاهان ولایت هند و اعتبار شاهان ممالک سندیدür. چو سلاطین اقالیم روم سعادت مرسوم چه عموما تحت تصرفات عظمت آثار و قبضه سعادات جلالت شعارنده olan عامه رعایا و کافه برایا جمله موحدین و ترسا مسیحی پهلوانان جهاندار و دلیران کارزار و اساکر نصرت شعار و لشکرشکن قهرمانان نامداردür. خصوصا زاویه نشینان احگر سلاسل زنندگان نره شیران و چاکران ادناتر اغلال نهندگان ژنده پیلانıdır. Pes şah Hind məmalik Hindidə diqqət buyurun, məmalik sözü aparır. Çünki Hind adında bir məmləkət yoxdur. Neçə dənə məmləkət vardı ki, bunlara deyiblər. Bir ümumi ad istəyiblər, bəzi yerlərdə işlədiblər. پس شاه هند ممالک هندیده امور جهانبانی و رسم کامرانی و قوانین عدل و آیین فضلیل جهاندارlıq edib وزراء صاحب قدر و فضلاء دهر و حکمای عصر ile mühimmat merasim milkiye ve müşkilat levazim diniyeden musahibet eylerdi ve daim etvar salatin لطفی معنی elif نیکوکاری لطف yazıbdı, lütfi yazmayıb. سلاطین لطف و افعال خواگین سلفتن تجسس و عمر عزیز روح لذیذ bu اماکن فنا و مساکن بیبگاده تلف الدغنه تأسف edib و شاهان عجم که خسروان صاحب علم و سلاطین عالی جیش و الحشمدür آنların müddət zaman səltənət və fərri davam dövlət və ədl ayin و şövkət cahan təzyinlərindən istifsar və təfəhhüs eylərdi. Tamam, devam edir. Aha, biraz da oxuyaq. Bəs danay fazil və müvərrixi kamil cavab verib dedi. ارباب تواریخ که محدثان عالم و مخبران دور بنی آدمدür şahan əcəmi həmçün çar ünsür 4 güruh üzrə zikr eyləmişdir. İndi burada gəlir insanları
Şahan Əcəmi 4 yerə bölünür ki, bunlar nə cürdülər? Hərəsinə bir şey deyir. Güruh əvvəl dadan itlaq olunur. Dadan. 10 nəfər Səlatin Tajdar və Xəvaqin namdardır ki, bunlarda müddət-i səltənət və zamanı dövlət 2441 yıl vaqe olmuşdur. 10 nəfər 2441 il yaşayıblar. İmkansızdır da, nağıldır. Görürsünüz ki, yəni getdi beləsi, adlarını da indi burada deyəcəkdir ki, Sərir-i Əyyam-ı İzzət falan getdi, amma gedək bunlardan. Güruh-i Sani kimdir? Görək o Güruh-i Sani kimidir? Güruh-i Sani Kəyan itlaq olunur. Bunlar daxi 10 nəfər padişahan ul-əzm və xusrəvan ali bəzm ki, zaman səltənət və əvan dövlət bunlarda 633 yıl vaqe olmuşdur. Bu ola bilər, yəni 10 nəfər əlbəttə 600 ömür eləyə bilməz, amma məsələn ola bilər. Üçüncü qrup nədir? Əşkaniyan itlaq olunur. 10 nəfər şahan kamkar və şəhriyarان izzətdar ki, müddəti Əşkaniyan indi soruşarıq. Əşkaniyan zahirən indi soruşaq. 10 nəfər şahan kamkar və şəhriyarان izzətdar ki, müddəti sərir kamrani və əhd tac cəhanbani 190 yıl vaqe olmuşdur. Necə oldu? Əvvəlkisi 2000 neçə 100, bu birisi 600 neçə 100. Bu da fəqət necə oldu? 190 il. 200 ildən də az bu 10 nəfər ömür edibdi. Ki bunlara əhl-i təvarix müluk-i təvaif deyib təsmin. Deyiblər bunlar müluk-i təvaifdirlər. İndi bu Əşkaniyan kimlərdir? Bunu burada soruşaq. Əşkaniyan kimlərdir və onların kökü və nəsəbi kimlərə dayanır? Əşkanilər ya da partlar İran və Yaxın Doğunun tarixində ən uzun müddət hökm sürən və ən önəmli imperatorluqlardan biridir. Onların tarixi Türk və İran mədəniyyətlərinin qovuşduğu ən dərin nöqtələrdən biri sayılır. Əşkanilər miladdan öncə 247, miladdan sonra 224, yəni 400 ilində hududən 400 ildən 400-dən biraz çox hökumət edib bunu. Sulukilər imperatorluğunun övladlığını dizdən çökürdüb, öz dövlətlərini quran bir hakimiyyətdir. Onların ən böyük özəlliyi feodal əyalətlərlə idarə olunan bir sistem ilə çox geniş bir coğrafiyanı Mərkəzi Asiyadan Fərat çayına qədər idarə etmələri idi. Onlar həm də Rum İmperatorluğu ilə 100 illər boyu savaşaraq Qərbin şərqidə irəməlisini dayandıran ən böyük güc idilər. Kök və nəsəb məsələsi, elmi araşdırma. Əşkanilərin kökü haqqında tarixçilər arasında iki əsas görüş var. Partlar, əski İran qəbiləsi, klasik tarixçilərin çoxu və ümumi qəbul edilən nəzəriyyə. Partların Xəzər dənizinin cünubi şərqində yaşayan part. Əlbəttə burada ingiliscə yazılır Parni adlı bir sükayi ya da İran mənşəli qəbilə olduğunu və sonradan İran mədəniyyətini mənimsədiyi söylənir. Yəni bugünkü Azərbaycanı deyir. Özü deyir, bura axı İran sözü taza olandan sonra niyə beləsi bunu işlədirlər, mən bunu bilmirəm. Türk mənşəli. Əlbəttə
Türk mənşəli olmalı ehtimalı. Bir çox türk tarixçisi və eyni halda sənin kimi qədim əlyazmalarla uğraşan araşdırmacılar əşqanilərin türk ya da proto-türk ilk türk qəbilələri olduğunu müdafiə edirlər. Bunun dəlillərini belə sırayırlar. İdari və hərbi sistem. Əşqanilərin hərbi taktikləri ox atma, atlı səvari, onların köçəri həyat tərzi və 10 əsaslı, yəni ona dayanan sayə sistemi. Onlu sistemləri sonrakı böyük türk dövlətləri Hunlar, Göytürklər ilə heyrətləndirici dərəcədə oxşarlıq daşıyır. Hökmdar adlarının türkcəliyi Ərəşk ya Ərşək yazıb ingiliscə, bu da Ərəşk yazıbdı şeydə. Ər kişi cəngiçi və şək şah, hökmdar, türkcədə İshak, işq kökündən mənasına gəlir. Təğyirat. Tarixdə əşqanilərin kökünü Sakı ya Səkai olduğu deyilir. Səkailər isə bir çox elmi qaynaqda türklərin babaları və ya qonşu tayfaları kimi tanınır. Tamam, bu qədər bizə yetər. Qalan tövzihatı gedir şeyə. Və dördüncü qrup kimdir? Gruh-i Rabi Saniyan. Sasaniyan yox ha. Saniyan. Saniyan itlaq olur. 28 nəfər şahan-ı alişan və xusravan-ı valanişan ki bunlar da nizam-ı səltənət və qiyam-ı səadət 501 yıl vaqe olmuşdur. Bunlar da saniyan, sanilər. Saniyan 501 il hökumət ediblər. 20 neçə dənə şah? 28 şah. Ola bilər. Yəni bu düz gələ bilər. Bizim də Osmanlının 38, əgər səhv eləmişəm, xəlifəmiz, sultan və xəlifəmiz var ki, 700 il üst-üstə, 700 ildən biraz çox az hökm ediblər. Əqlə batır. 28 nəfər, yəni saniyan itlaq olunur. 28 nəfər şahan-ı alişan və xusravan-ı valanişan ki bunlar da nizam-ı səltənət və qiyam-ı səadət 501 yıl olmuşdur. Şah Ərdəşir Baykan 42 yıl, Şah Şabur Ərdəşir 6 yıl, Şah Ürməzdi 1 yıl. 1 yıl 1 ay. Şah Bəhram İbn Ürməz 3 yıl. Şah Bəhram İbn Bəhram 19 yıl. Şah Bəhram İbn Bəhramiyan 4 ay. Mah yazıbdır, calibdir. 4 mah. Şah Nərsi İbn Bəhram 9 yıl. Şah Ürməzd İbn Nərsi 9 yıl. Şah Şabur Zül'əktaf 70 yıl. Biraz çətindir. Gərək 90 yaşında zadında ya 80 yaşında zadında ölmüş olar. Şah Ərdəşir, tamam, beləsi davam edir. Da bunları istəmirəm oxuyam. Görürsünüz ki, biraz gəldikcə bu tərəfə məqullaşır, aqilanələşir. Yəni tarixdən biraz uzaqlaşır. İndi mən baxım görüm ki, nə müddətdir bu kitabları oxuram. Üst-üstə 2 saatdır gedək. Hər səhifədən, hər səhifədə deməyək, hər 50 səhifədən bir dana oxuyaq, gedək kitabdan qutaraq. Yəni bir neçə sətr arasından oxuyaq, qutaraq. Tamam, bu 30'da oxuyaq. Bu bir şeyin ətrafından oxuyaq. Nə idi bu? Miniatürün. Fəttanan bədkirdaran funun hile baz və məzbun خوداسازده معلمان şeytanandır. Şeytanandır. Diqqət buyurun, farsıda da bu işlənir. Beləsin, şeytanan.
bəs bunlara etiqad və etimad caiz deyildir. İmdi təriq dostari və şərt vəfadari oldur ki, bizə mehribanlıq edib xanədə bu gecə haris və dideban və hafız nigəhban olasan. Çün mərd dərdmənd bu babidə tutiyə tənbih eylədi. Tutu güya daxi əmirinin əmrinə ələr rəs vəl eyn deyib və kəndüyü kəmal zəkavətlə hazır edib hər canibə tamam fərasətlə nazır oldu. Çünki sahib xanədən xanə xali olub zən xanəyə vali oldu. Haman zən bədillət و بیغیرت bir محبوبی بالا قد و نازنین لعلین xəddi seyd edib. Ol gecə ol məhbub ilə məhrəm və dünya və axirətdən biğəm və tələzzüzat şəhəvaniyyə və təməttüat nəfsaniyyədən muxtənəm oldu. Tuti dideyi vərdاخی دیدور و داخی امعان نظر و امکان بصر ایله زن و مرد اجنبینین احوال şəniə və اوضاع قطعیələrinə müttəli olub. Çünki روز روشن ilə aləm münəvvər və nəsim sübh ilə cahan müəttər oldu. Sahib xanə ələ səhəri əvanə gəlib, evinə gəlib zəni پر تزویره نظر edib gördü ki Əbu Sülvət hənuz mərd ağaz səlam fəth kəlam eyləmədin zən پر neyrənc mərd dərdməndə bir rənc edib tənz کنان və tənəzənan cavanə xitab edib dedi ki mən fərzənd و əyalımlə cuşə و həmumidə riyazət و توشه غموم ilə qinaət və səng əmr و سنون امرنه اطاعت و استطاعت edib hüquq söhbət və haqq nəməti riayət və himayət edərəm. Sən havai şum və nəfs məzmum və mütabəət edib روز و şəb eyş و işrət və yaran ilə müsahibət müaşirət edərsən. Tamam, devam edir. Gedək burada bir ayrı şey gördüm. Miniatür onun yanındakı bölümü oxuyayım. Hər kəs be miqdar qudrət və taqət vüsəti ardincə cuyan oldu. Şəhzadə dilaverin altında olan xinc düldül peykər və əsb Humayun Əxtər donbal şikariden ayrılmayıb ehtimalen. Vaxtı sübh sadiqdən əvvələ gəlincə mənazil kəsirə və məsafəyə bəidə qət edib xeymə və buncahdən dur və vəzir nigəhban و sair rəfiqandan məhcur olub şəhzadə dilara اسب بادپا sürət ilə biyabana düşmüşdü. Məgər ol məhəldə bir qaç غولان بیابانیان بر جای مخفی bir جای مخفی və məkan məxfidə. Tamam, devam edir. Gedək bir ayrı bölümdən bir da burada səfələrinə baxa da bilmirəm. Çünki tərsə görsədir. İndi buradan 140-cı səfə görsədir. Axırdan qalsın, yəni qutarsın. Ora gəlirik. Buradan oxuyayım bir dana. Görün bir şey varsa. Aha, burada var. Şeirdən sonradan başlayaq. Ey mavəri möhtərəm, çün راز نهانمə məhrəm və dil pinhanımə həmdəm oldun, şərt yari və qanun vəfadari oldur ki, varıb ol cavan miskin və dərdmənd qəmcinə bizdən təbliğ üzr edib, vəslüm ümidi ilə dil məcruhinə mərhəm və xəstə göğrünə əmsəm. Bu əmsəm taza bir sözdür, eşitməmişdim izan. Xəstə göğrünə əmsəm edəsən. Bu nə deməkdir?
xəstə göklünə əmsəm və mərhəm edəsən. Beləsiydi, görüm düz yazdım. Xəstə göklünə əmsəm edəsən. Əmsəm edəsən, mərhəm yox. Xəstə göklünə əmsəm edəsən. Əziz yoldaşım, xəstə sözünün kökünü və gəlişimini bir yazıcı və araşdırmaçı kimi araşdırmaq dilimizin dərinliklərini tanımaq üçün çox yerli bir addımdır. Xəstə sözü və farsi köklü bir kəlmədir və tarixi seyri belədir. Etimoloji, yəni kök bilgisi. Pəhləvi dili. Bunlardan keçək. Mən bunlara inanmıram. Əmsəm nə mənə idi? Onu deyəcək, tapaq qoyacaq. Burada əlamət qoyaq ki, əmsəm. Əlbəttə yazıb ki, ümsəm. Umsam, bizdə umsam ayrı bir şeydir. O deyil. Burada yazıb ki, əmsəm. Umsam yoxdur. Onu mən burada bir də baxım. Əmsəm, bəli. Yenə bunu islah eləməyə əmsəm. Latincə məndə yazım, elə bu yazdı. Əmsəm. Əmsəm sözü ya da ifadəsi türk dillərinin dərinliklərində, xüsusən də əm və səm köklərinin birləşməsindən meydana gələn çox maraqlı və əski bir qavramdır. Gəl bu iki kökü təhlil edək. Əm nə deməkdir? Əmin kökü. Türkcədə əm, əliflə mim kökü iki əsas məna daşıyır. Əm, əmmək, yəni sormaq, içinə çəkmək. Məsələn, körpənin süd əmməsi. Əm, əmdək. Əski türkcədə dərman, tibb, şəfa mənasındadır. Əmçidən, dərman etmək. Əmçidən, farsça yazıb, niyə bilmirəm. Əmçidən farsça yazıbdır, amma bizim belə əmçidənimiz yoxdur yəni. Əmçiləmək məsələn. Fiili də buradan gəlir. Aha, əmçidən ehtimalən farsiyə gedibdir, beləsi olubdur. Əmçidən dərman etmək fiili də buradan gəlir. Yəni, əm özü əslində şəfa və dərman deməkdir. Səm ki, ərəbcədə zəhər mənasında işlənir, türk dillərində və əski şamanizm inanclarında ilk olaraq səs, yayılan şey. Yəni, səm sözü, səs, mənim indi, məsələn, bu bir səsdir. Yayılan şey ya da el-oba adı da varmış. Yəni, el-obaya da səm deyərmişlər. Kimi məna daşıya bilər. Ancaq sənin verdiyin kök baxımından səm qədim türkcədə ağırlıq, yük ya da cöhər mənası daşıyır. Əmsəm kəlməsi. Bu iki kök birləşəndə xüsusən tibabət, irfan və ya qədim hikmət mətnlərində belə bir məna çıxır. Nə çıxır? Dərman cöhəri,
şəfalı maddə əmsəm bir şeyin içindəki şəfa verici, əsər edici cöhər mənasını verir. Çox gözəl bir şeydir. Mən bunu bilmirdim. Əmsəm. Qədim tip kitablarında, əl yazmalarında bunun mənası iksir və ya təbii maddənin dərin kimyası kimi işlənib. Sürülüb çəkilən şəfa. Əgər əmi, sormaq, dərmanın cəzb olunması mənasında götürsək, əmsəm bədənə ya da ruha nüfuz edən, cəzb olunan dərman deməkdir. Tamam, bu qədər yetişər bizə. Vəslüm ümidi ilə dili məcruhinə mərhəm və xəstə göğünə əmsəm edəsən. Eləcə nəhəmandır. Çox gözəl işlədib. Əmsəm. Çün pirəzən sahib təzvir bu babidə əfsanə və əfsuni təsir eylədigün bilüb varıb aşıqi mehnətzədə və sadiq fırqət keşidəyi ümid vəslət və ricai qürbət lə məsrur və məcbur eylədi. Məhbur da olar, məcbur görünür, amma məhbur eylədi. Mühibbi sözündən, hübbü sözündən məhbur. Yəni sevindirdi. Məhbur eylədi. Həman cavan yüzün badeyi hirmanıdən Kəbi dərmanə qoyub və məşuqənin sərayinə gəlib. Məhbubədən 100 həzaran naz aşıq biçarədən 1000 dürlü niyaz olub. Axır məhbubi vəfadar və məhruy dildar dedi. Gedək kitabın sonun səfəsindən bura haradır? Buradan oxuyaq. Sonuna getmirik. Bir dənə səfədən oxuyaq, sonra gedək. İnnə keydekunne azim. Burada bir ayə var. İnnə keydekunne azim. Onu yazıbdır və onun arxasında bir şey deyəcək. Ya öncəsində bir şey deyibdir. Buranı oxuyaq. Bu səfəni oxuyaq. Görək ki, nə deyir. Çün cəmaəti kəsirə evlərinə gedib xanə xali oldu. Xanə xali oldu. Ol zən fitnə aşub cəvanə sual edib dedi. Bu xud'i fəttanə tədbir və hilə hingame gir kitabıda məstur midir. Cavan dərdmənd biçarə müstəmən dedi ki, həzar iştiyaq ilə cümlə afaqi dövr və cəhani seyr edib. Əyyaran zaman و fəttanان dövran ilə mülaqi oldum. Amma sənin gibi əyyari fitnesaz və məkkari hilə baz görmədim. Bəs məlum oldu ki, taife zənanədən hiləhay cunacun və xudəhai buqələmun la yəüddü və la yəhsa həfəzəllah teala əhləl İslami min keydin nisai və haqq ayatil mübin innə keydəkünnə əzimin həman ol cavan bəlakeş zəhmət bi payan və məşəqqət fəravan ilə təhsil edici kitabları pür ateş edib pəri ateş edib məkanına mütəvəccüh oldu. Tamam da buradan bu üzəni oxumuram və gedəm kitabın sonuna. Görüm ki, sonda o bir şey deyəcəkdir. O nə deyibdir? Xatimətül kitab. Buradan oxuyuruq. Görək ki, bu xatimətül kitab. Çün bu kitabı müsəccə, yəni şeirə yaxın bir kitabdır. O cüzü. Çün bu kitabı müsəccəül ibarat və xitab müləmməl kinayatun şumul nətaic və rumuz nəsaihi hilə əhl-i zamanədən ihtiraz və xud'i zənani fəttanədən ictinab eyləmək babində müxbir və müşildir. Lacərəm ərbab nəzər ki şinasəndə kani xeyr و şərdir. Bəs əyyarان cəhan و سالوسان zamanın əkazi və əqval və əbatil əfalindən həzər eydərlər. Xüsusa taife nisanın hilə cunacun və sehr əfsunlərindən xof və xətər edərlər ki, andər bir ardır. Necə pəhləvanان namdar və mərdان çarzarın başinə cəhani dar eyləmişlərdir. Əgərçə zənان umur səlah və mühüm fəlahidə naqsul əql və xəfifətül fikr və əhvallərinin
از çari مجالس اهل فضلون و محافل ارباب عقیده زاید ذکردür. Lakin افعال ناساز و اطوار حق بازلeriyle عقول fuhulun رجالی حبیه almezler. Həbbə bir dənə. Qədim biz daviyə də həb deyərdik. Həb. Qurslara həb deyərdik. Rəzali həbbəyə alməzlər. Və dəqmə bir də ana-i cəhani daniyə satməzlər. Burada dənə işlətdi. Daniyə satmazlar. Və ana-i cəhani daniyə satməzlər. Bunlardan ehtirazalıq ki, ehtiraz eləyək. Bunlardan ehtiraz eləyək ki, hər biri funun məşru rumuzi hilədə şeytana səbəq verərlər. Bəs füzəlai sahibi zika və hükəmai dana musahibət zənanidən iba eyləmişlərdir. Bər muqtəzi kəlam ولی الورا امیر المؤمنین علی المرتضی این النساء شیاطین خلقن لنا و نعوذ بالله من شر الشیاطین. چون مفهوم کلام üzrə اشرار زنان مذموم و آنلرونله مشاوره و مدابره مذاهب ارباب کمال و مسالک اصحاب افسالده şumdur. اما ابرار نیک خصال و اخیار شرف آثارلری ممدوح عالم و مقبول بنی آدمدür ki رابطه تولد انسانی و واسطه تسلسل بشریdir و bunların cemal محوش و زلف دلکش و خوی فرح بخش و قامت رعنا و طلعت زیبا نقشلerinden مرد عاقل مراد بی همتایه واصل olur. پس پاک اصل زنان نازنین و خوبان گزین و محرویان عفت گرینون شأنinde bu کلام بین این النساء ریاحین خلقن لکم و لکم و کلکم تشتهی من شم من ریاحین. ehtimalən beləsi oxunacaqdır. Çün indi əvvəldə bir dənə hədis gətirdi ki, xanımlar Həzrəti Əli dedi ki, şeytandırlar. İndi bir hədis gətirir ki, yox, hamısı xanımlar odur deyil. Vaqəən insanların bir hissəsi şeytandan pisdir, kişi xanım fərq eləməz. Amma burada kişiləri çox tərəfini tuturdu. Əslində beləsi. Qədim belə idi. Əlbəttə indi də bunu mən inanıram ki, yenə də hər iki tərəfdə çox şey vardı. Hər iki tərəfdə bu pis adam çoxdur. Yəni pis adamdır da, yəni beləsi deyək. Burada gözəl deyirdi. İnnən nisaət, burada xanımların hamısı orada da demişdi əlbəttə. İnnən nisə rəyahinə xuliqnə ləkum və kullukum təştəhi min şəmmir rəyahin. Çün بازو توفیق و نیروی تحقیق ile سهام کلام نشانی مرامه واصل olup تسوید اوراقdan به hamdullah حصول اتمام و وصول انجام حاصل oldu. اگرچه فکر غواص bunun سفاسیل پرغنا lakin دیده رضا اول صده هماسایه و عتبه فلکی پایه متوجه و مترقب که bu risale پرگسور عین inayat ile مسرور و نظر التفات ile منظور olunub. Futur خطور و کدور دهوردن واقع olan قصورات افهام و کسورات اقلام الطاف اوصاف شاهانیدن معذور و اعطاف اخلاق جهانیانیدن مستور بیوریله bir ma'ni ve üzri nama atet Süleymanu nemleten bericlin ceradin fekalet alha hadaya ala miqdari mahdiha. Hazreti Süleyman gördü bir
ehtimalən nağılı belə olacaqdı. Yəni mən düşündüyüm burdan belədir ki, Həzrət Süleyman taxta oturmuşdu, hərə bir töhfə gətirirdi, qarışqa da ağzında bir töhfə gətirirdi. Ətət Süleymanu nəmlətən. Süleymana bir qarışqa gəldi yanına. Bereclin, cəradin. Bir dana cərad çərikkə. Bir çərikkə qıçı gətirir özü ilə. Alıb belinə bir dana çərikkə qıçını gətirir Süleymana. Ona çox mühümdür yəni. Fəqalət ona dedi ki, Əl-hədaya əla miqdar məhdiha. O qarışqa Həzrəti Süleymana dedi ki, hər kəs öz çıxarı qədər hədiyyə gətirməlidir. Çox gözəl, sevdim. Bu günləri bu kitabla da tanış olduq. O birisi kitabı da sevdim. Əlbəttə onu qərar aldı ki, əslini tapaq, oxuyaq. Allaha şükür olsun ki, bu günləri bizə bu imkanı verdi ki, bu kitabı oxuyaq. Amma getmədən öncə əvvəl bunun haqqında bir soruşaq ki, bu kitabın yazarı kimdir? Əbdülkərim İbn Məhəmməd bu kitab nə idi adı? Töhfətəl Əxyar Aydad Töhfətəl Əxyar kitabı yazarı kimdir? Əbdülkərim İbn Məhəmməd. Əbdülkərim İbn Məhəmməd din yaşamı haqda bilgilər verər misiniz? Görək ki, bu adam kimdir, hangi zamanda yaşayıbdır? Əlbəttə bildik da, bu Sultan Süleyman Qanuni zamanında yaşayıbdır. Töhfətül Əxyar kitabının müəllifi olan Əbdülkərim İbn Məhəmməd haqqında məlumat əldə etmək bir əlyazma araşdırmacısı üçün ən həyəcanlı işlərdən biridir. Bu adda yazarlar tarixdə çox olduğu üçün sənin əlyazma nüsxənin haqqında dediyin Sultan Süleyman İbn Sultan Səlim Xanın çağı 16-cı əsrin Osmanlı dövrü ipi ucu kilid olaraq bizə yol göstərir. Əbdülkərim İbn Məhəmməd haqqında məlumat. Tarixi qaynaqlarda və kitabiyyatda fehristlərində, xüsusən Osmanlı alimlərinin tərcümi hallarında Əbdülkərim İbn Məhəmməd adı ilə yazılan Töhfətül Əxyar əsərləri əsasən irfani, əxlaqi və ya tibbi içəriyə malik olur. Dövrü 16-cı əsr, yəni Qanuni Sultan Süleymanın hakimiyyəti dövrü Osmanlının elmi və ədəbi ovuc nöqtəsi idi. Bu dövrdə yazılan Töhfətül Əxyarlar çox vaxt şərh ya da təlif növündən olub. Yazarın da dərin irfani bir bilgiyə sahib olduğu göstərir. Böyük ehtimalla bu alim Osmanlı mədrəsələrində təhsil almış, təsəvvüf ilə, yəni bilmədi. Getdi böyük ehtimalla danışdı, yəni ki, bilmir kimdir. İndi mən də bunu deyə bilirəm, kitabına baxanda, savadına baxanda bilirəm ki, dərin bir adamdır. Ehtimalən Sultan Süleyman zamanı yaşadığı üçün dərs oxuyubdur, özünü çəkibdir üstə. Bunları mən də bildim, yəni bunları da deyə bilirəm, amma bunlardan yaxşısını da deyə bilirəm. Təsəvvüf ilə məşğul olan və Sultan Süleymanın elmi-pərvər hakimiyyətindən faydalanan bir müdərris ya da sufi olub. O dövrdə Töhfətül Əxyar adı ilə yazarlar öz müəllimlərinin yazılarını şərh edirdilər ya da ümumi xalqi əxlaqi sahədə oyatmaq üçün Səndbadnamə kimi əxlaqi hekayələr, əsərlər yaranırdılar. Araşdırmanı dərinləşdirmək üçün sənin adına strateji. Bu yazarı dəqiqləşdirmək üçün sənə bir neçə elmi məsləhətim. Dibacə, müqəddəmə axtarışır. Yəni, getdi onlara. Yəni, heç zət bilmədi. Süleymani
Qanuni'nin yaşayışın hicri tarixlə yazar mısınız? Heyf ki, bu kitaba bir tarix qoymayıbdı. Yəni o zaman yazanda Süleyman Qanuni doğum, burada Süleyman Qanuni yazaq. Doğum 900-cü ildə doğulub. 972-də Allahın rəhmətinə gedibdi. 74-də vəfat. 974 vəfat və 50 ildə fikirlərim ki, hökumət eləyibdi. 24-dən taxta çıxması 26-da çıxıb taxta və 74-də də fot eləyibdi. Hökmranlığı 46 il 4 ay 10 gün olubdu. Bu dövrdə yazıbdı. Yəni bu kitabın ömrü indi buradan tapsaq, desək ki, məsələn 970-də ölübdü, 74-də ölübdü, Allahın rəhmətinə gedibdi. Bu da kitabı yazsın 965-də məsələn deyək. Onda biraz da şey tuturuq da, yəni 965-də kitabı yazsa və bundan çıxsaq 1448-i 483 il, 480 ta 490 il bundan qabaq, şayət 495 il bundan qabaq bu kitab yazılmış ola bilər. Dört yüz səksən ta 495 il öncə yazılmış olar. Tamam. Bunu da tapdıq. Fikirlərim ki, bu bizi qane elər və kafidir. Gecəniz gününüz xeyrə qalsın. Allah əgər ömür verirsə bir ayrı gün, bir ayrı kitabla tanış olaq.